Demək, ilk müəllimədən Arzu Abdullayevadan başlayaq. Müəllimələr başlayaq artıq. Arzu Abdullayeva. Axşamınız xeyir olsun müəllimə. Axşamınız. Düzdür, belə ətraflı hazırlaşmamışam, amma istəyirəm sual cavabda iştirak edim. Narahat olmayın. Müəllimə, özünüzü təqdim edin, zəhmət olmasa. Mən Abdullayeva Arzu, 32 yaşım var. Tovuz Dövlət Sosial İqtisad Kollecini 2010 və 2014-cü illərdə məktəbə qədər təlim və tərbiyəçi üzrə, ixtisası üzrə bitirmişəm. Oxuduğum müddətdə fəal tələbələrdən olmuşam. İctimai siyasi bayramlarda daima fəal iştirak etmişəm və sertifikatlarla təmin olunmuşam. Hal-hazırda ailəliyəm, 2 övladım var, çox üzr istəyirəm. Danışdıqca həzan basır, 3 övladım var. Belə. Bir də geniş deyil də, heç harda mən müsabiqələrdə falan iştirak etməmişəm, yəni. Narahat olmayın müəllimə. Sadəcə, yəni ailəli olduğunuzu bildirin. Neçə övladınız olduğunu onu deməsəz də olar. Demək. Müəllimə, Arzu müəllimə, qruplarla iş aparmaqda məqsəd nədir? Necə müəllimə? Deyək ki, məşğələ keçirsiniz qruplarla birgə və bu qruplarla iş aparmaqda məqsədiniz nədir? Qruplarla iş aparmaqda mənim uşaqlarla birgə onların birgə əməkdaşlıq bacarıqlarını formalaşdırmaq, onlarda eyni zamanda sosial dialoq girməyi, Müəllimələr, səsim gəlir. Müəllimə gəlir səsiniz. Məndə indi gəlsin. Müəllimə, mən qruplarla işi təşkil etməkdən məqsədim uşaqlarda əməkdaşlıq bacarığını formalaşdırmaq, onların bir-biri ilə dialoqa girməyi, ünsiyyət bacarıqlarını formalaşdırmaq, eyni zamanda xeyirxahlıq, dözüm, tolerantlıq kimi vərdişləri formalaşdırmaqdır. Bəs müəllimə, bütün qruplarla işin mənfi cəhəti nədir? Bütün qruplarla işin mənfi cəhəti düşünürəm ki, ola bilər ki, zəif uşağın kənarda qalması ola bilər, amma peşəkar bir müəllimə üçün düşünürəm ki, heç bir uşaq diqqətindən yayınıb, yəni kənarda qala bilməz. Hər bir uşağı ayrı-ayrılıqda diqqətində saxlamağı bacarmalıdır və təlimə cəlb etmək üçün uşağı ələ almağı bacarmalıdır. Deyək ki, uşaq əgər qrupda kənarda qalarsa, bu zaman nə edərsiniz? Mən düşünürəm ki, mən elə bir mühit yaratmaram ki, mənim qrupumdakı uşaq mənim diqqətimdən kənarda qalsın. Mən bütün qrupun uşaqlarını öz məşğələmə cəlb edərəm. Onların hər birinin öz maraq dairəsi üzərində məşğələ təşkil edərəm və bütün uşaqları da fəaliyyətə cəlb edərəm. Arzu müəllimə, deyək ki, iş yerində deyirlər ki, bir müəlliməni sizə nümunə göstərirlər və deyirlər ki, bu müəllimə sizdən daha yaxşıdır. Sizin reaksiyanız buna qarşı nə olar? Ümumiyyətlə, hər bir müəllim ictimai etimad prinsipinə əsasən bütün tənqidlərə açıq olmalıdır. Əgər mənim işimlə əlaqədar məni tənqid edərsə, əlbəttə ki, mən səhvimi düzəldərəm. Səhvim varsa, yeri gələn yerdə, yəni səmimi şəkildə üzr də istəyərəm. Amma ki, şəxsi tənqidə ümumiyyətlə yol verilməzdir. Mən bunu qəbul etmərəm. Deyək ki, uşaq evdə öyrəndiyini bağçada göstərmir.
Bu halda siz nə edərsiniz? Məsələn, müəyyən bir Ə, tapşırıq Biz vermisiniz. əlbəttə ki, Aha, deyin. ə, uşağın evdə nələri, hansı istedada qabiliyyətini və yaxud da hansı istedada malik olduğunu biz bilirik ki, valideynlərlə daima yaxın əməkdaşlıq işlədirik. Bunu mənə valideyn bildirə bilər ki, mənim övladımın bu cür istedadı var və mən onu uşaqda öz məşğələmdə onun o istedadı üzərində fəaliyyət təşkil edərəm ki, uşaq öz istedadını üzə çıxarsın, göstərsin, yəni onu nümayiş elətdirsin. Eyni zamanda həmin mövzu üzərində uşağa yönəldici suallar verərəm ki, uşaq özünü ifadə edə bilsin, öz bacarığını, istedadını göstərə bilsin. Amma mən sizə bilirsiniz hansı sual vermək istəyirdim. Yəni deyək ki, məsələn, uşağa şeir vermisiniz, böyük qrupdur, öyrənsin, sabah gəlsin, danışsın. Və yaxud da rəngləmə vermisiniz və yaxud da ki, aplikasiya işi vermisiniz valideynlə birgə, onun izahını soruşmusunuz ki, səhərsi günü bunu sizdən təhvil alacağım və qiymətləndirmə aparacağım. Amma uşaq gəl ki, bunu evdə valideyn deyir ki, çox yaxşı hazırlayır, ay müəllimə bunu evdə qəşəng izah eləyir, qəşəng çıxış eləyir, amma gəl ki, sizin qarşınızda bunu etmir. Bu halda siz nə edərsiniz? Bu halda mən uşağın demək ki, onda uşağın yəni bir utancaqlıq və yaxud da ki, özünü ifadə edə bilməmə qabiliyyəti vardır. Mən ona görə uşaqla şəxsi, yəni səmimi şəkildə uşaqla təklikdə söhbət aparam. Sən bunu evdə çalışmısanmı? Anan deyirsən gözəl çalışmısan, yerinə yetirmisən. Bəs niyə müəllimənə təqdim etmirsən? Yəni uşağın dilini taparam. Uşağın dilini taparam yerində, yəni səbəbini öyrənməyə çalışaram. Axı uşaq niyə öz bacardığını, yerinə yetirdiyi bir işi təqdim eləmir? Yəni bu cür cavab verə bilərəm. Deyək ki, qrupunuzda sağlamlıq imkanı məhdud uşaq var və valideynlər həmən uşağa qarşı irad bildirir. Siz bu zaman nə kimi müdaxilə edərsiniz? Valideynə bildirərəm ki, yəni valideyni anlayışla qarşılaram. Bizim hər birimiz hörmətlə, səmimi şəkildə davranmalıyıq və mən də valideyni hörmətlə, səmimi şəkildə dinləyərəm və ona bildirərəm ki, mənim üçün və ümumiyyətlə təhsil üçün bütün uşaqlar bərabər hüquqa malikdirlər. Yəni hər bir uşaq təhsildə bərabər hüquqa malikdirlər və mənim üçün də bu uşaqlar da eyni ilə o birisi uşaqlar kimi eynidirlər. Mən heç bir uşağın arasında fərq qoya bilmərəm. Eyni zamanda da bildirərəm ki, yəni sizin evladınız kimi o da bir ananın, bir atanın evladıdır. Yəni biz onlara bir qüsur kimi yanaşa bilmərik. İndi bu qüsuru mən orada deyə bilmərəm, çünki mənə irad tutarlar. Aha, düzdür. Təşəkkürlər Arzu müəllimə. Çox sağ olun. Sağ olun müəllimə. Müəllimə, bilmirəm, indi müəllimələr qulaq asır, fikrimi nə dərəcə çatdırıram. Nə qədər istəyirəm özümü həyəcanlandırmıram. Yaxşıdır müəllimə, narahat olmayın. Müəyyən bir nöqsanlar olsa, həmən dəqiqə bildirirəm. Vəfa Şükürova. Danışan müəllimələr əl işarəsini indirsin. Salam müəllimə, axşamınız xeyir. Müəllimə, özünüzü təqdim edin, zəhmət olmasa. Şükürova Vəfa, 2004-cü ilə Şəmkir şəhərində anadan olmuşam. Natiq Süleymanov adına 2 saylı tam orta məktəbdə təhsilimi aldıqdan sonra 2021-ci ildə Gəncə Dövlət Universitetinin məktəbə qədər təhsil ixtisasına daxil oldum və 2025-ci ildə məzun olmuşam və bağça milli imtahanında iştirak edib 51 bal toplamışam. Gözəl. Müəllimə, uşaqlar arasında əməkdaşlığı necə həyata keçirərsiniz? Uşaqlara əməkdaşlığa necə sövq edərsiniz? Sosial-emosional inkişaf sahəsinə əsasən uşaqların bir-biri ilə əməkdaşlıq etməsi, ünsiyyət qurması, onların bir-biri ilə olan münasibətlərini düzgün qurması önəmlidir. Təbii ki, məktəbəqədər təhsilin əsas məzmunundan bu da ibarətdir ki, uşaqlar özlərini sərbəst ifadə edə bilsinlər, cəmiyyətə uyğunlaşa bilsinlər və bir-birləri ilə
danışıb münasibət qura bilsinlər. Mən bunun üçün oyunlar təşkil edərdim və ya uşaqları qruplarla iş formasından istifadə edərək yaxın əməkdaşlığa sövq edərdim. Aha. Müəllimə, otaqda xaos baş verərsə, siz bu zaman nə edərsiniz? Əvvəlcə xaosun səbəbini öyrənmək lazımdır. Ola bilər ki, uşaqlar diqqətləri yayınıb, ola bilər ki, uşaqlar həmdən oyun oynamaq istəyirlər. Əgər oyun oynamaq istəyirlərsə, qaydaları təkrar uşaqlara xatırladıb bildirərəm ki, sakit şəkildə oynamaq lazımdır və səs-küyü azaltmaq lazımdır. Əvvəlcədən bu xaos olmamışdan əvvəl də uşaqlara qaydaları xatırlatmaq lazımdır ki, qarşılıqlıq yaranmasın. Düzdür. Müəllimə, bu işdə sizə ən çox motivasiya verən nədir? Mənim üçün ən dəyərli şey bu sahədə uşaqların gələcək şəxsiyyətinin formalaşmasında rol oynamaqdır. Biz məktəbə qədər təhsil sahəsində elə bir fəaliyyət göstəririk ki, artıq uşaqlar məktəbə gedəndə kiçik alimlər, sanki kiçik tədqiqatçılar kimi olurlar. Yəni mənə ən çox motivasiya verən onlara nəyisə öyrətdiyimi görməkdir və onlara təzədən öyrətdiyim şeylərə sual verəndə onların mənə cavab verməsi məni ən çox sevindirən, ən çox motivasiya verən səbəblərdən biridir. Gözəl. Müəllimə, deyək ki, anidən işıqlar keçdi. Siz bu zaman nə kimi məşğuliyyət irəli sürərsiniz? Uşaqların fikrini müəyyən bir məşğuliyyətə yönləndirərsiniz. Peşəkar müəllim olmaq tələb edir ki, hər vəziyyətdən çıxış yolu tapa bilsin və o vəziyyəti səmərəli şəkildə istifadə eləsin. İşıqlar sönsə təbii ki, bağçada əsasən dərs saatları axşam saat 6-ya qədər olur. Bu çox da qaranlıq olmayacaq deməkdir. Yəni işıqların sönməsi böyük problem yaratmır. Amma əgər çox qaranlıq olarsa, bu zaman uşaqlarla səsli oyunlar oynamağa üstünlük verərəm. Və yaxud da əl çalma, musiqi dinləmə fəaliyyətlərini icra edə bilərəm. Aha, gözəl. Sonuncu sual da verin müəllimə. Uşaq üçün oyunun əhəmiyyəti nədir? Makaronka qeyd etmişdir ki, böyüklərin həyatında iş nə qədər önəmlidirsə, uşaqların həyatında da oyun bir o qədər önəmlidir. Yəni ki, uşaq oyun vasitəsilə öyrənir, özünü oyun vasitəsilə təsdiq etməyə çalışır. Buna görə uşaqlarla oyunu elə qurmaq lazımdır ki, onlar həm öyrənsinlər, həm də vaxtlarını səmərəli istifadə etsinlər. Çox gözəl müəllimə. Çox sağ olun. Təşəkkür edirəm. Çox sağ olun müəllimə. Buyurun. Günel Qəribova. Bəli, axşamınız xeyir müəllimə. Axşamınız xeyir. Özünüzü təqdim edin. Mən Qəribova Günel 1994-cü ildə Gəncə şəhərində anadan olmuşam. 2010-2014-cü illərdə məktəbəqədər təlim-tərbiyə üzrə tərbiyəçi müəllim peşəsini yiyələnmişəm, oxuyub. 2015-2016-cı illərdə Tovuz rayon Abubəyli 2 saylı Körpələr evi uşaq bağçasında tərbiyəçi müəllim vəzifəsində işləmişəm. İşlədiyim müddət ərzində ixtisas artırma kurslarında iştirak etmişəm və 1-ci dərəcəli sertifikatla təltif olunmuşam. Daha sonra ailə qurduğum üçün yaşayış yerim və iş yerim çox uzaq məsafədə yerləşdiyi üçün öz ərzəm məsələsən işdən çıxmışam. Bu qədər müəllimə. Çox gözəl. Günel müəllimə. Kiçik qrupla işlərin aparılması, həyata keçirilməsi nə məqsədlə həyata keçirilir? Kiçik qruplar. Kiçik qrupda işlərin həyata keçirilməsi, yəni uşaqların lap erkən yaşdan müxtəlif həyati zəruri bilik bacarıqlara yiyələnməsini təmin etmək üçün. Həm də o yaş kateqoriyalarına da təsir edirdi. Yadınızdadsa tam qrup var, bir də kiçik qruplar var. Kiçik qrup olanda 1-3 yaş əhatə edir.
Artıq tam qrup olanda 1-6 yaşda əhatə edir. Daha çox 3-6 yaş əhatə edir, amma yəni eləmək olurdu onu da. Mən kiçik yaşlı uşaqlar qrupunu başa düşdüm müəllimə. Bildim. Siz yarım qruplarla deyirsiniz də, kiçik qruplarla. Bəli, bəli. Yarım qruplarla iş zamanı uşaqlar daha fəal şəkildə iştirak edirlər və bir-birlərindən daha yaxın əməkdaşlıq edə bilirlər. Bir-birlərindən öyrənirlər daha çox. Aha. Müəllimə, bir müəllimə olaraq qaydalarınız varmı? Səsinizi heç yaxşı eşidə bilmirəm. Səsim gəlmir? Müəllimə. Çox dalğalı formada gəlir səsiniz. Deyirəm ki, bir müəllimə olaraq sizin qaydalarınız varmı? Müəllimələr, səsim hər kəsə gəlir. İndi düzəldi müəllimə. Deyirəm ki, Günel müəllimə, bir müəllimə olaraq sizin nə kimi qaydalarınız var? Bəli, bir müəllimə olaraq qaydalar təbii ki də hər bir müəllimənin məncə özünə uyğun qaydalar tərtib etmiş uşaqlara tayırlıq və aşılamaq olar. Bir-birinin qarşısında məsuliyyət dərk eləsinlər. Məsələn, yoldaşını incitmək olmaz və hər hansı bir əşyanı istifadə edərkən o əşyanın üstündə dalaşmaq yerinə növbəli şəkildə istifadə etməyə məsələn qayda olaraq öyrədə bilərəm. Günel müəllimə, əgər uşaq qrupda kənarda qalarsa, siz bu zaman nə edərsiniz? Məşğələ keçirsiniz, oyun oynayırsınız. Uşaq heç cürə demək olar ki, yəni ünsiyyətə girmir, sosiallaşmır. Bu zaman siz nə edərsiniz bunu aradan qaldırmaq üçün? Bu demək ki, asosial uşaqdır da. Bu uşağı qrup fəaliyyətlərinə cəlb eləmək üçün ilk öncə onu yaxınlaşaram. Onun çiyninə əlini qoymaq ola bilər. Soruşmaq ola bilər ki, sən yəni nədənsə bəlkə qorxursan, nədənsə çəkinirsən. Bunu maraqlanandan sonra daha sonra bu uşağı rollu oyunlar məsələn tərtib eləyərək qrup fəaliyyətlərinə cəlb eləyə bilərəm tədricən. Və o həmin uşağın ən kiçik uğurunu belə qiymətləndirməklə onu həvəsləndirmək olar. Günel müəllimə, bəs bağçanın cəmiyyət üçün önəmi nədir? Bağçanın cəmiyyət üçün çox böyük önəmi var. Çünki uşaqlar yəni cəmiyyətə ilkin bağça yaşından başlayırlar adaptasiya olmağa və onlar üçün yəni təbii ki ailədə də yəni bu önəm daşıyır. İlk öncə ailədən gəlməli təlim-tərbiyə işləri, amma yəni bağça çox böyük rol oynayır. Uşaqların inkişafında olsun, əqli, fiziki inkişafında və yaxud da sosiallaşması ilə bağlı, məktəb həyatına hazırlanmaqla, yəni bağçanın çox böyük töhfələri vardır. Çox sağ olun Günel müəllimə, təşəkkür edirəm. Mən təşəkkür edirəm. Nərmin Kərimli. Danışanlar zəhmət olmasa əl işarəsini indirsin. Nərmin Kərimli. Bəli, müəllimə. Buradasınız? Müəllimə, özünüzü təqdim edin zəhmət olmasa. İlk öncə komissiya üzvlərini salamlayacağam. Mən Kərimli Nərmin. 2004-cü ildə Astro rayonunda anadan olmuşam. 2010-cu ildə Astro rayonu Daşdəmirbəli kənd tam orta məktəbində 1-ci sinifə daxil olmuşam. 2021-ci ildə məktəbi bitirmişəm. Və həmin il Şamaxı Dövlət Regional Kollecinin məktəbəqədər təhsil ixtisasına qəbul olmuşam. 2023-cü ildə kolleci bitirmişəm.
2025-ci il avqust ayının 29-da müəllimlərin işə qəbul imtahanında iştirak etmişəm və 48 bal toplamışam. Əsas məqsədim bundan ibarətdir ki, uşaqların gələcək həyatında öz imzamı qoymaq, onların həm nailiyyətlərini, həm fəaliyyətlərində əlimdən gələni etməkdir. Öz öhdəmə düşən işlərin hər birini məsuliyyətlə yerinə yetirib, gələcək dövlət üçün savadlı, təhsilli uşaqlar yetişdirməkdir. Nərmin müəllimə, kadr işçilərinin təkmilləşməsi üçün nə edə bilərsiniz? Belə kadr işçilərinin təkmilləşməsi üçün daha çox təcrübə proqramlarının hazırlanmağı, yeni təlimlərin keçirilməsi, yeni üsullarla müəllimlərin tanış olması üçün müəyyən təlimlərin yaradılmasını istəyərdim. Bunu bilirik ki, Bakı şəhərində yaşayan müəllimlər çox rahatlıqla bu təlimlərdə iştirak edə bilirlər. Çünki bu təlimlər daha çox şəhərdə, Bakı şəhərində olur, orada keçirilir. İstəyərdim ki, rayonlarda da belə bir təlimlər, kurslar açılsın, müəllimlər ixtisaslarını artıra bilsinlər. Məsələn, bizim təhsilimizə yeni inklüziv təhsil gəlib, sağlamlıq imkanı məhdud olan uşaqlar üçün təhsil yaradılıb. Bəzi müəllimlərin o haqda barədə məlumatları çox azdır, zəifdir. Mən istəyərdim ki, onlar üçün yaradılan kurslardan rayonlarda da yaradılsın və müəllimlər o proqramla tanış olsunlar, o kurslarda iştirak etsinlər. Bundan əlavə psixologiya ilə bağlı, uşaq psixologiyası ilə bağlı məktəbə qədər müəllimlərin müəyyən qədər məlumatı olur. Lakin bilirik ki, uşaq psixologiyası dərin bir sahədir və orada bəzi mövzularda da müəllimlərin bilmədikləri məqamlar vardır. Mən istəyərdim ki, onlarla da bağlı təlimlər keçirilsin, ailə psixologiyası ilə bağlı. Yəni daha çox özlərini inkişaf etdirə biləcəkləri təlim və kursların yaradılmağını mən çox istəyərdim. Çox gözəl. Demək Nərmin müəllimə, müəllimə cəmiyyət üçün niyə bu qədər önəmlidir? Müəllimə cəmiyyət üçün niyə bu qədər önəmlidir? Müəllimə bir insanın həyatında yoldur. Gələcək üçün hansı bir yolu, mövqeyi seçməyinin başlanğıcı müəllimdən keçir. Müəllim bir işıqdır. Müəllim gələcək həyat üçün böyük bir töhfədir. Bilirik ki, hər bir peşənin başında müəllim dayanır. Belə adi bir şəkildə desəm də, polisi də müəllim yetişdirir, həkimi də müəllim yetişdirir, müəllimin özünü də müəllim yetişdirir, ustanı da həmçinin müəllim yetişdirir. Yəni hər bir insanın həyatında müəllimin bir imza bu gələcək həyatımız üçün, bu parlaq, gözəl gələcəyimiz üçün müəllimin çox böyük rolu vardır. Hər bir müəllim bir qəlbdə bir imza atmışdır. Biz özümüz də elə müəllimlərimiz vardır ki, onların bizim həyatımızda qoyduğu izlərdən illər ötsə belə hər zaman danışırıq ki, belə bir müəllimim var idi və bu müəllim mənə bunları öyrətmişdi. Onun sayəsində mən hal-hazırda buradayam, sizlərin qarşısındayam. Müəllim bir insan həyatında çox önəmli bir yer tutur. Belə deyim də, məsələn, mən özümdən misal çəkə bilərəm ki, mən müəllim ailəsində böyümüşəm və mənim ailə üzvlərimin yetişdirdiyi şagirdlərin, tələbələrin vaxtı zaman illər ötdükdən sonra mənim ailə üzvlərimlə qarşılaşanda onlara göstərdikləri hörmət, sevgi, qayğı o qədər məni motivasiya edib, həvəsləndirib ki, mən onları özümə bir rol model seçərək müəllim olmaq istəmişəm. Müəllim çıraqdır mənim üçün, bir yoldur. İşıqdır, gələcəkdir. Desəm çox söz var, indi vaxt almayım. Çox gözəl. Demək Nərmin müəllimə, deyək ki, qrupunuzda bir uşaq var və valideyn buna daim sevgi verib və başqa bir uşaq da var ki, amma valideyn buna daim laqeyd yanaşıb, uşağa sevgi verməyib. Siz buna bir müəllim olaraq hər iki uşağa necə stabil yanaşarsınız? İlk öncə bunu deyim ki, uşaqların hər biri bərabər hüquqlara malikdir, bərabər imkanlara malikdir. Biz bağçada bütün uşaqlara eyni yanaşmalıyıq, hər bir uşaqla eyni mövqedə olmalıyıq. Və belə bir halların olması, təbii ki də bağçadakı uşaqların arasında belə bir halların olmağı normal hal deyil. Əslində valideynlər hər bir uşaqlarına sevgi və qayğı göstərməlidirlər. Sadəcə indi ola bilər də belə hallar. Mən bu zaman hər iki tərəflə stabilliyi qorumağa çalışaram. Məsələn, o qayğı göstərilən uşağa da yanaşarkən, digər uşağa da yanaşarkən eyni mövqedə dayanaram. Hər ikisinə qayğımı, sevgimi eyni göstərərəm. Birinə artıq, birinə çox heç vaxt belə bir şey etmərəm. Bundan əlavə
o qayğıdan kənar qalan uşağın valideynləri ilə də söhbət edərəm, danışaram, əməkdaşlıq qurmağa çalışaram ki, uşaqlarına göstərmədikləri sevgi bu mənfi hallara gətirib çıxarır. Onun gələcək həyatında mənfi rol oynayır. Ona sevgi göstərsinlər, qayğı göstərsinlər. Mənim göstərəcəyim qayğının, mən məsələn ona bir bağça mühitində göstərəcəyim qayğıdan çox ailənin evdə ona göstərəcəyi qayğı daha çox önəmlidir. Mən bir müəllim olaraq onun qəlbində qayğı, sevgi göstərərək iz buraxacam, bir rol izi qoyacam. Amma ailənin göstərdiyi sevgi, qayğı tamam başqa bir şeydir axı. Ona görə də mən stabilliyi qorumağa çalışaram. Hər iki uşağa da eyni yanaşaram. Eyni qayğı, sevgi, hörmət göstərərəm. Hər iki uşaq üçün də eyni necə deyirlər, mövqedə dayanaram. Birinə artıq, birinə çox heç vaxt belə bir şey etmərəm. Çünki bu mənim üçün düzgün deyil. Nərmin müəllimə, ekskursiya təşkil edərkən nələrə diqqət edərsiniz? İlk öncə bunu qeyd edeyim ki, ekskursiya planlı şəkildə hazırlanır. Biz ekskursiyanın hazırlıq mərhələsi var. Bu mərhələdə hara gedəcəyimizi, hansı marşrutdan istifadə edəcəyimizi seçirik. Məsələn, tutaq ki, bir muzeyə gedəcəyiksə, bu zaman bir hazırlıq qururuq. Sonra ekskursiyanın hazırlığımızı qururuq ki, hansı marşrutla gedəcəyik, neçə uşaq ekskursiyada iştirak edəcək, neçə müəllim iştirak edəcək, hansı yerləri görüb görəcəyik. Bunun əvvəlcədən planını qururuq. Sonra bilirik ki, ekskursiyanın gedişatı var. Bu zaman getdiyimiz yer, məsələn, dedim ki, muzeyə gedəcəyik. Muzeydə uşaqlar muzeyə ilə tanış olurlar, muzeydəki olan ətraf aləmi görürlər, muzeyin içi ilə tanış olurlar. Oradakı hər bir şey uşaqlara məlumatlandırıram ki, məsələn, burada gördüyünüz şəkillər, heykəllər və ya hansısa illüstrasiyalar kimlə məxsusdur, bunların nə kimi cəhətləri var, uşaqları burada məlumatlandıraram. Sonra ekskursiyadan sonraki işlər var ki, artıq ekskursiya bitdikdən sonra gəlirik, orada gördüklərimiz haqqında bir-birimizə suallar veririk, söhbətlər edirik, uşaqlar muzeydə gördüklərini ailələri ilə danışırlar. Yəni, ekskursiyanın mərhələləri belə təşkil olunur. Əvvəlcədən planlaşdırılır, uşaqların təhlükəsizliyi nəzərə alınır, qaydalar əvvəlcədən qoyulur və uşaqlara da əvvəlcədən qaydalar başa salınır ki, məsələn, yolda bir-birimizin əlini tutasıyıq, bir kənara çıxmayasıyıq. Yəni, bu qaydalar əvvəlcədən uşaqlara deyilir, təhlükəsizliyi təmin olunsun deyə. Çox sağ olun, təşəkkür edirəm Nərmin müəllimə. Belə də davam. Sağ olun. Çox sağ olun. Sonda bir sual soruşa bilərəm. Buyurun. Mən müsahibə mərhələsində iştirak etməyəcəydim, çünki vakansiya yox idi. Sonra müəllimələrdən biri dedi ki, başqa sizə yaxın olan rayondan bir vakansiya seçin, oradan qeydiyyatdan keçin. Mən də bizim əraziyə yaxın olan bir rayondan vakansiya seçdim, qeydiyyatdan keçdim. İndi bilirəm ki, çağıracaqlar müsahibəyə. Amma yəni məni yerləşdirmə ehtimalları azdır da, çünki öz rayon, məsələn, seçdiyim rayonun müəllimlərini yerləşdirərlər çox güman ki. Mənə müəllimlərdən biri dedi ki, siz qeydiyyatdan keçdiyiniz rayonun, müsahibədən keçsəz, qeydiyyatdan keçdiyiniz rayonun əlavə kadr siyahısına düşürsünüz. Yəni, öz rayonunuzda vakansiya yaransa, sizi ora çağırmayacaqlar. Bu doğrudur, yoxsa? Bu arada məlumatı olan... İndi müəllimə, siz öz rayonunuz üzərində getsiniz də, hə, şotda? Bəli. Yaşadığım rayonda. Niyə çağırmırsınız? Amma seçimi başqa rayondan elədim. Yox, narahat olmayın müəllimə. Onsuz da vakant yerlər il ərzində hər dəfə də çıxarılır. Bəli. Əsas istəyim odur ki, yəni müsahibədən keçib, üzr istəyirəm, sözünüzü kəsdim, buyurun. İstəyim oldu ki, müsahibədən keçib o kadr siyahısına düşümdə, yəni əlavə kadr olur, il ərzində zənglə çağırırlar, deyirlər ki, məsələn, filan yerdə iş var, gəlin. O siyahıya düşmək istədiyim üçün müsahibədən keçdim. Yox, narahat olmayın müəllimə, çağıracaqlar. İkinci dəfə vakansiya çıxarsa, o zaman yenə də çağırılarsınız. İnşallah. Sağ olun müəllimə. Sağ olun müəllimə. Buyurun. Həm də ki, seçdiyiniz o digər rayon və yaxud da bölgə üzərində ən çox öz ətraflarını daha çox çağırırlar. Bəli. Bir təlimçi paylaşmışdı ki, 40 plus bal yığan hər kəs müsahibədə iştirak etsin, qeydiyyatdan keçsin. Təlimçinin sözünü də, videosunu da gördüm, yəni canlı video atmışdı. Orada baxdım, yəni fikirləşdim ki, heç bir şey itirmərəm də, ən azından qeydiyyatdan keçsin. Son 10 dəqiqə qalmış qeydiyyatdan keçdim. Narahat olmayın müəllimə. İnanırsınız, o qədər elə
təşvişə gəlib düşən müəllimələr olub ki, nədir bir yer seçim, gedim işləyim, sonra vakant yerdə iştirak edə bilmərəm. Xeyr, elə bir şey yoxdur. Hər bir müəllimənin hüququdur ki, istənilən vaxt vakant yer çıxarsa iştirak edə bilər. Elə müəllim olub ki, tanıdıqlarımdan 3 dəfə, 4 dəfə kəsilib, gəlib 5-cidə qəbul olubdur. Sizə heç kəs heç nə demir. Hər bir vakansiyada gedib iştirak etmək hüququnuz var. Həm də fikirləşin, mən tez tələsik gedim, deyim ki, ay birdən vakant yer çıxmaz. Mən gedim ştata az bir yeri seçim, gedim ora qəbul olum. Bir müddətdən sonra elə yaxşı vakansiyalar çıxar ki, insan istər-istəməz elə peşmançılıq yaşayır ki, ona görə tələsmək də lazım deyil. Pis yeri seçməkdənsə heç seçməsəm ondan yaxşıdır. Çox güman yəni seçilməyəcəm. Çünki mən başqa rayondanam, seçdiyim yer başqa rayondur. Sadəcə fikirləşdim ki, müsahibədə iştirak eləyim. Müəllimənin də sözləri biraz təşvişə saldı. Qeydiyyatdan keçirdi son an. Vakansiyalarda yəqin ki, seçib yenidən çağırılaram. Aldanmayın. Bax, müəllimənin də biri bir yaxınlarda mənə yazmışdı ki, müəllimə deyir ki, indi vakansiyada iştirak etməsəz, bundan sonra icazə olmayacaq. Gərək adınız düşə ehtiyat müəllimlər siyahısına. Mən də deyirəm ki, yəni narahat olmayın müəllimə. İndi iştirak etməsənizsə, digər vakansiyalarda iştirak etmək hüququnuz var. Tez-tələsik hər hansısa seçərsiniz. Ondan sonra məsələn deyir, yol uzaqdır, maaş mənə sərf eləmir. Sən indi oranı niyə seçirsən ki? Sənin verdiyin cavab ona qane eləyərsə komissiya üzvünün, sən avtomatik o işə girəcəksən. Sən bir müddətdən sonra gedəcəksən, ay müəllimə, görəcəksən ki, sənin əlində maaşın qalmır, yolun uzaqdır, sənə qane etmir. Artıq sən işdən çıxmaq məcburiyyətində qalacaqsan. Sən o zaman vakansiyada iştirak edə bilməyəcəksən. Məcbursan ki, gələn miqə hazırlaşasan. Ona görə müəllimələri görürsünüz ki, çox vaxt təşvişə salırlar. Bu da lazım deyil. İndən belə 6 dənə də vakansiyada iştirak edə bilərsiniz. Yəni problem deyil, narahat olmayın. Yəni əgər qəbul olmasanız da, indi inşallah qəbul olarsınız istədiyiniz yerlərə. İnşallah uzaqdır məsafə, amma yenə də Narahat olmayın. başqa rayon deyil. Çox güman ki, çağırmazlar. Sadəcə də bir şey keçdim qeydiyyatdan. Təşvişə düşdüm əslində. Heç iştirak etmək istəmirdim. İndi müəllimə, çox adam onu demir, amma onu sizə deyim ki, yaxın məsafəyə daha çox, yəni ona fikir verirlər ki, müəllimənin həm dərsə gəlib çatmaq problemi var. Elə olur ki, o problem yaşanmasın ki, müəllimin yolu uzaqdır, uşaqlar dərsdən kənara qalır, çünki uşaqların qəbulu var, çıxışı var. Onların hər birini müəllimə yerinə yetirməlidir. Həm də ki, sonra müəllimələr yol pulu kimi problemlər yaşatmasın deyə ona görə neyinirlər? Daha çox yaxın ərazini götürürlər. Yəni, narahat olmayın. Başqa sualımız var? Gültəkin İskəndərova. Buyurun müəllimə, axşamınız xeyir olsun. Axşamınız xeyir olsun. Gültəkin müəllimə, buyurun özünüzü təqdim edin. Keçən dəfə müəllimə təqdim eləmişdim. Təkrar yenə təqdim edeyim. Bəli, edin. Sizin üçün də praktikada... Mən İskəndər. Bəli. Sizin üçün də praktikada elə müəllim var ki, istər-istəməz komissiyada həyəcanlanır. Artıq siz bunu vərdiş halına çevirmiş olursunuz. Ona görə mən sizdən yəni hər dəqiqə deyirəm ki, təqdim edin. Hər dərs. Düz müəllimə, yaxşı. Mən İskəndərova Gültəkin Sabir qızı. Müəllim ailəsində doğulmuşam 81-ci ildə. 2023-cü ildə Bakı Məktəbə qədər pedaqoji texnikumuna daxil olub 2006-cı ildə tərbiyəçi müəllim ixtisasını bitirmişəm. 2023-cü ildən dərslərdir, təlimlərdir, vaxtaşırı qoşulmuşam. 2025-ci ildə Elm və Təhsil Nazirliyi Məktəbə qədər bağça müəllimləri üçün təşkil etdiyi müəllimlərin işə qəbulu imtahanında iştirak edib. Uğur qazanıb hal-hazırda müsahibə mərhələsində və sizin qarşınızdayam. Narahat olmayın Nərmin müəllimə. Bildim elə internetiniz getdiyini. Çox gözəl Gültəkin müəllimə. Gültəkin müəllimə, diferensiallığı necə təmin edərsiniz uşaqlar arasında?
Diferensiallığı hər bir uşağın fərdi xüsusiyyəti var. Hər bir uşağın potensialı var. Hər bir uşağın fərqli maraq dairəsi var. Hər bir uşağın əqli və fiziki cəhətdən fərqli inkişafı var. Diferensial təlim müəllim hər bir uşağın o potensialına uyğun, bacarığına uyğun təlim mühiti təşkil etməlidir. Fəaliyyət təşkil etməlidir. Fərqli yanaşılmalıdır, fərqli yanaşılmalıdır. Elə bir uşaq var ki, məsəl üçün orta qrupdayıq və fəaliyyətim kəsib yapışdırmaqdır. Bir uşaq var ki, onun motor bacarıqları, motorikası inkişaf eləməyib, o kəsməyi bacarmır. Mən həmin uşağa rəngləməyi verirəm. Yəni fəaliyyət olaraq, məqsəd olaraq, təlim nəticəsi olaraq. Amma sonda həmin nəticəyə bütün uşaqları nail edirəm, amma hərənin öz bacarığına əsasən. Doğrudur. Gültəkin müəllimə, fərdi işin hansı çətinlikləri var? Fərdi işin hər bir uşağa adından göründüyü kimi fərdi yanaşmaq lazımdır. Fərdi proqram hazırlamaq lazımdır. Çətinlik ondan ibarətdir ki, vaxt çatışmamazlığı var. Doğrudur. Qiymətləndirmə meyarını necə çıxararsınız bir müəllim olaraq? Qiymətləndirmə meyarımı məqsədimə əsasında, ümumi təlim nəticəsi əsasında, SMART-ın o tələbləri əsasında qiymətləndirmə meyarıma, məqsədimə nə dərəcədə nail olmuşam, uşaq qoyulan məqsədə nə dərəcədə çatıb, yerinə yetirirmi, yerinə yetirmir, yoxsa qismən yerinə yetirir. Bir dənə gözləyin, hansısa müəllimə sual yazıb. Akşin Əhmədli, o Gültəkin müəllimə sual cavab eləyim. Sizlə sonra da danışaram şəxsi olaraq. Demək, qrupunuzda digər müəllimə var və uşağı döyür. Görmürsünüz, neçə dəfələrlə şahid olursunuz ki, bu uşaq döyülür. Siz bu zaman nə edərsiniz müəlliməyə qarşı? Reaksiyanız nə olar? Göz yuma bilərsiniz ona, yoxsa müəlliməyə nə deyərsiniz? Xeyr, əlbəttə ki, xeyr. İlk olaraq uşağı fərqləşdirməyə çalışaram. Uşağı, yəni müəllimlər tam uşaqların yanında yox, rahat və uşaqlardan kənar bir mühitdə, bir mövqedə müəllimlə, yəni bunun düzgün olmadığını, axı uşaqlar bizə tapşırılıb, uşağın burada bizə həvalə etibar edilmiş uşaqların təhlükəsizliyini, psixoloji o dayanıqlığı bizə etibar olunub. Yəni heç bir halda müəllimin ixtiyarı yoxdur ki, ona cəza nəinki şiddət göstərsin, nəinki cəza versin, nəinki hər hansı bir məhdudiyyət qoysun. Yəni bunun düzgün olmadığını və buna yol vermərəm. Əlbəttə ki, mən olduğum bir mühitdə bu cür müəllim bu cür davranış sərgiləyərsə, ona xəbərdarlıq eləyərəm. Bir əməkdaşım kimi başa salaram ki, bu sənin həm fəaliyyətin üçün birinci növbədə burada sən uşağın hüququnu tapdalayırsan, ikinci növbədə bu sənin peşə fəaliyyətin üçün birbaşa töhmətdir. Və yəni bu təkrarlansa, müdürə məlumat verirəm. Yəni lazım gələrsə insan resurslarına da məlumat verərəm. Bu cür sonda yəni müsbət şəkildə həll edərəm. Həllinə məsəl üçün yol taparsınız. Nəticəyə Çox gözəl. Gətirməsinə nail olaram müsbət şəkildə. Doğrudur müəllimə. Gültəkin müəllimə, deyək ki, qrupunuzda bir uşaq var ki, daim ağlayır və sizi istəmir, sizi vurur. Siz bu zaman nə edərsiniz? Siz də onu vurarsınız, yoxsa necə reaksiya verərsiniz? Xeyr, əlbəttə ki, hər bir müəllim birinci uşağı müşahidə eləyərəm. Bəlkə uşağın hər hansı bir psixoloji və ya sağlamlığı ilə bağlı hər hansı bir nevroloji bir problemi var. Uşaq bu, yəni hansı halda bu cür reaksiya verir uşaq? Valideynlə söhbət edərəm ki, uşağın hər hansı bir nevroloji problemi varmı? Evdə də bu cür müdür?
Yəni mən əlbəttə valideynlə birinci növbədə uşağın o təpkisinə sevgi ilə, qayğı ilə, nəvazişlə qarşılıq verərəm. Onu sakitləşdirməyə, onu başqa bir onu rahatlayacaq, sakitləşdirəcək bir fəaliyyətə cəlb edərəm. Və valideynlə bir yerdə bu problemi qısa bir müddətdə uşağın xeyrinə həllinə nail olaram. Bu mənim vəzifə borcumdur. Çox sağ olun Gültəkin müəllimə. Təşəkkür edirəm. Sağ olun. Siz sağ olun. Sağ olun müəllimə. Hansı müəllimə idi sual vermişdi? Akşin Əhmədli. Müəllimə səsinizi açardınız. Zəhmət olmasa. Bəli, müəllimə, mənim axşamınız xeyir. Axşamınız xeyir. Nə yazmısınız? Sabah özəl bağçadan da belə çağırırlar məni. Aha, müsahibə götürəcəklər sizdən. Sizə məsləhət alarım. Yox, elə bir dedilər gəl uşaqlarla da münasibətlə daha çox baxacaqlar da. Aha. Mən də Bakıda işləyəndə elə olmuşdu. Onu deyim ki, əsasdan müdür, yəni göstərə bilər ki, fikir sizdə deyil, amma halbuki kameradan və yaxud da ki, digər müəllimələrin qruplarda iştirak edərkən gözaltı görürsünüz ki, nəzarət edirlər. Siz məsələn, bax, indi biz müsahibədə hazırlaşırıq da, gündəlik olaraq metodlardır, uşaqlarla yanaşmalardır, həm də çalışın ki, uşağı özünüzə daha çox sevdirin. Yəni, orada əgər müdür görsə ki, siz ilk gündən özünüzü uşağa sevdirmişsiniz, uşaqlar sizə alışıbdır, onda artıq sizin yəni doğru bir seçim olduğunuzu bir müəllim olaraq onun fərqində olacaq. Müsahibə götürməyəcəksə lap yaxşı. Elə özəl bağçalar var ki, çünki müsahibə götürür. Hə, yox, dedilər 2-3 gün gəlin, belə elə bir daha çox uşaqlara necə münasibət bəsləyirsiniz də, onlara baxmalı. Bu metodikalarda, yanaşmalarda təbii ki, onu bilirsiniz də. Hə, bilirəm. Hə, məşğələlər olsun, oyunlar olsun, həm də çalışın ki, o uşaqları sərbəst oyundan daha çox, yəni yanaşmalarla, metodlarla bunu həyata keçirin. Düşdüm. Zəhdə inşallah yaxşı olar. Məsələn, bax, indi boşluq olur da, uşaqlarda sərbəst oyun vaxtı verilir. 4 saat, 50 dəqiqə falan bu formada təşkil olunur. Məsələn, kukla teatrından istifadə edə bilərsiniz özünüz üçün. Əlinizə kukla geyinə bilərsiniz. Oyun kimi məşğələlər falan, belə nağıl səhnəcikləri qura bilərsiniz. Uşaqların marağını cəlb edə bilərsiniz. Da, yəni direktoru, müdürü özünüzə cəlb eləmək üçün. Görsün ki, yəni tərbiyəçi müəllim olaraq uşaqları özünüzə cəlb edə bilərsiniz. Yəni maraqlı bir şeylər eləyə bilərsiniz, fikirləşsəz bir çox şeylər var. Mən sizə şəxsiyə yazarım. İnşallah, Allah razı olsun. Sağ olun müəllimə. Yazarsınız şəxsdə, mən sizə deyərəm. Oldu. Yaxşı oldu, çox sağ olun. Buyurun. Simarə Rizvanlı. Bəli, buyurun, axşamınız xeyir. Axşamınız xeyir müəllimə. Özünüzü təqdim edin zəhmət olmasa. Mən Rizvanlı Simarə Tərxan qızı, Füzuli rayonunda doğulub böyümüşəm və hazırda həmin rayonda yaşayıram. 2016-2020-ci illərdə Şuşa Humanitar Kollecinin məktəbə qədər təlim və tərbiyə fakültəsinin tərbiyəçi pedaqoq ixtisasına təhsil almışam. Təhsil aldığım illər ərzində kollecin təşkilatı işlərinə rəhbərlik etmiş, Dünya Azərbaycan tələbə gənclərinin Respublika üzrə keçirilən 2-ci forumunda kolleci təmsil etmişəm. Özümü inkişaf etdirmək məqsədi ilə orta səviyyəli rus dili təhsili və 3 proqram əsaslı kompüter təhsili almışam. İxtisasımın praktik əsaslarına yiyələnmək məqsədi ilə İndiqo Uşaq Bağçası Bağçalar şəbəkəsinin təşkil etdiyi master tərbiyəçi proqramına qatılmış, 4 ay müddətində 4 müxtəlif bağçada praktik əsaslara yiyələnməyə çalışmışam. Proqramı birinciliklə bitirmişəm. 2025-ci il müəllimlərin işə qəbul imtahanının 1-ci mərhələsində uğur qazanaraq 2-ci mərhələsində iştirak etməyə haqq qazanmışam. Sonra sizin də izninizlə bunu qeyd etmək istəyirəm ki, əgər siz də layiq bilərsinizsə, Qazi ailəsi olaraq işğaldan azad olunmuş torpaqlarda uşaqlarımıza öz töhfələrini vermək və onları psixoloji və fiziki cəhətdən sağlam mühitdə gələcək həyatına hazırlamağı özüm üçün şərəf bilirəm. Belə. Çox gözəl müəllimə. Simarə müəllimə. Bəli. Deyək ki, qrupda oturmusunuz.
və qəfil ki Aha. valideyn gəlir sizin üzərinizə əsəbləşərək sizi tənqid edir. Sizin yanaşmanızın səhv olduğunu, uşağında heç bir inkişafının olmadığını sizə bildirir. Siz bu zaman nə edərsiniz? Onlarla əlbəyağa çıxarsınız, yoxsa reaksiyanız necə olar? Xeyr, əlbəttə ki. Biz valideynlərə qarşı bir tərəfli onlar ilk öncə mənim edəcək hərəkətim ilk öncə mən valideyni qrup otağından çıxardaram. Qrupumu dayəyə bir neçə dəqiqəlik tapşırıram və valideyni qrup otağından çıxardaram. Konfidensial şəkildə valideynin yenidən problemini, yenidən narazılığını dilə gətirməsini və etik davranış qaydalarına riayət etməyi mülayim bir dildə valideynə çatdıraram, izah edərəm. Onun problemini, onun şikayətini dinlədikdən sonra gözündən qaçan mənim nəzəriyyəmdə, onun gözündən qaçan məqamları valideynə təzədən xatırladaram. Öz pedaqoji fəaliyyətim haqqında valideynə sadə dildə məlumat verərəm və həmin valideynin də narazılığı əgər mənim fəaliyyətimdə gördüyüm əksikliklərlə eynidirsə, yəni valideynə haqq verirəmsə, onun etirazlarını, narazılığını nəzərə alacağımı, fəaliyyətimdə bu narazılıqları diqqət yetirəcəyimi valideynə bildirərəm. Yəni belə. Yəni mən valideynlə əlbəttə biz valideyn hər zaman haqlıdır. O övladını bizə tapşırır, bizə əmanət edir. Mən valideynlə heç bir zaman hansı səs tonunda danışsın, mən səs tonumu etik davranış qaydalarından kənara çıxarmaram qətiyyən. Simarə müəllimə, tərbiyəçinin ən böyük məsuliyyəti nədir? Uşaqları sağlam və psixoloji cəhətdən sağlam mühitdə gələcək həyatına hazırlamaq. Ən mühüm vəzifəmiz budur. Bəs uşaqlarda məsuliyyət hissini necə formalaşdırarsınız? Əlbəttə ki, uşaqlara kiçik yaşlarda, məktəbəqədər yaşlarda məsuliyyət, liderlik, özünə güvən bacarıqları inkişaf etdirilməlidir. Bunun üçün uşaqlara xırda öhdəsindən gələ biləcəkləri öhdəliklər yükləyərək, onlara liderlik funksiyaları yükləyərək, hər hansısa bir iş tapşıraraq, işin öhdəsindən yalnız başına gəlməklərini tapşıraraq, onlara stimul, ruh yüksəkliyi verərək, onları sualınız necə olmuşdu? Uşaqlarda məsuliyyət hissini necə formalaşdırarsınız? Onlara xırda məsuliyyətlər yükləyərək, tapşırıqları verərək, öhdəsindən gələ biləcəkləri problemləri onların qarşısına gətirərək, qoyaraq bu hissi onlarda inkişaf etdirə bilərəm. Yəni uşaqlara hər hansısa bir qarşı məşğələlərdə, hər hansısa bir proqramda, təhsildə qarşılarına çıxan problemi çalışmaram ki, ilk cəhdlərində uğursuz olduqlarında, ikinci cəhdlərində mən onların əvəzinə yerinə yetirməyə, yəni şəkildə onlara göstərim. Mən buna cəhd etmərəm. Çalışaram ki, Montessori'nin də vurğuladığı kimi, əsas yanaşmalarımızdan olan Montessori'nin də vurğuladığı kimi, mən onlara yol göstərərəm, bələdçi rolunu oynayaram. Onlara bir neçə dəfə qarşılarına çıxan problemi bir neçə dəfə özlərinin canlandırmalarına, dilə gətirmələrinə şərait yaradaram. O layihəni, o problemi özlərinin həll edə biləcəkləri səviyyəyə gələnə qədər uşaqların qarşısına sürərəm, qarşısına gətirərəm. Doğrudur müəllimə. Müəllimə, akkomodasiya və modifikasiya nədir? Akkomodasiya uşağın bildiyi biliklə öyrəndiyi biliki eyniləşdirməkdir. Səhv demirəmsə, səhv deyirəmsə müdaxilə edərsiniz müəllim. Məsələn deyirəm, uşaq köpək balığını tanıyır, amma balinanı tanımır. Balinanı da gördüyü zaman onu artıq köpək balığı olaraq dilə gətirir, adlandırır. Bu akkomodasiyadır. Digəri isə artıq uşaq köpək balığını, balinanı, delfini bir-birindən fərqləndirir və onları öz adlarına uyğun olaraq adlandırır. Budur, yoxsa mən səhv yadımda qalıb müəllim? Belə sizdən soruşurum müəllimə. Demək, təlim prosesində, məşğələdə akkomodasiya və modifikasiyadan necə istifadə olunur? Dediyim nümunə təsəvvür mən bilməyəcəm. Baxın, akkomodasiya uyğunlaşdırma deməkdir. Məsələn, mən məşğələ keçərkən sağlamlıq imkanı məhdud uşaqlar ola bilər.
görməsi ilə bağlı problem ola bilər, eşitməsi ilə bağlı problem ola bilər. Mən təlim prosesində heç bir dəyişiklik etmirəm. Mən təlim prosesimi uşaqlara uyğunlaşdırıram. Məsələn, görmə problemi ola bilər uşağın. Mən bu zaman burada iri hərfli kitablardan, eşitmə problemi olan uşaq ola bilər. Məsələn, burada səs yazılarından istifadə edə bilərəm. Yəni dərs prosesini uşaqlara uyğunlaşdırıram mən. Amma modifikasiya mərhələsində isə heç bir dəyişikliklər olunmur. Yəni ki, burada artıq akkomodasiya uyğunluq Məktəbə qədər təlim və tərbiyə ixtisasına daxil olmuşam. 2017-ci ildə isə bu ixtisası bitirmişəm. Bu ixtisası seçməyimə səbəb uşaqlarla işləməyi sevməyim, onların inkişafına daha yaxından tanış olmağımla əlaqədardır. Rəsmi iş təcrübəm olmasa da, təhsil aldığım müddətdə nəzəri biliklərə dərindən yiyələnmişəm. Özümü inkişafa açıq, yeniliklərə açıq, səmimi, qərəzsiz, ünsiyyətcil biri kimi görürəm. Bu yolda ilk addımlarımı atıram və motivasiyam çox yüksəkdir. 2025-ci ildə 29 avqustda Elm və Təhsil Nazirliyinin keçirdiyi müəllimlərin işə qəbulu üzrə imtahanda 36 bal toplayaraq sizin kimi dəyərli komissiya üzvlərinin qarşısındayam. Fürsət verilsə özümü göstərməyə və inkişaf etməyə daim açığam. Çox gözəl xəyaləm Belə olar. müəllimə. Bəli, olar. Demək xəyaləm müəllimə. Deyək ki, işə başlamısınız və işə başlayarkən də uşaqlar sizin sözünüzə qulaq asmır. Siz nə desəz də onları yerinə yetirmirlər və siz bu zaman nə edərsiniz? İlk işə başlamışam. Bəli. Müəllimə, belə vaxtda mən uşaqların elə bir ki, müəllimə, onların marağına uyğun, onlara oyunlarla məşğələ quraram. Onların asudə vaxtlarında onlarla daha yaxından tanış olaram. Onlarla daha yaxın, elə bir ki, çox münasibət saxlayaram və onlara bildirərəm ki, bir-birimizin sözünü başa düşək, bir-birimizə hörmət edək, qaydalar qoyaram. Aha, bax bunu gözləyirdim. Çünki sizə mən qayıdıb sual verəcəydim ki, məşğələ keçirsiniz, yenə uşaq sizi eşitmir. Nə edərsiniz xəyaləm müəllimə? Bəli, qaydalar qoyaram, deyərəm ki, uşaqlarla birlikdə qaydalar çəkdik. Aha, sözünüzü kəsirəm, balla üzrlü sayın. Bəli. Orada da ilk vurğuladım ki, yəni qrupa ilk gəlirsiniz. Yəni uşaqlarla qaydaları tətbiq etməyiniz, onu da vurğuladınız. Buyurun. Bəli, müəllim. Uşaqlarla birlikdə qaydalar tərtib elərəm. Çünki uşaqlarla edilən qaydalar, uşaqlar onda daha yaxşı onlara əməl edirlər. Çünki onlarla birlikdə qurulub qaydalar. Qaydaları sadə eləyərəm, anlaşıqlı, onların yaşına uyğun və beləliklə bir-birimizlə xoş münasibət saxlayarıq. Qaydaları müəllimə təsdiqdə yazarsınız, inkarda? Necə? Qaydaları uşaqlarla tətbiq eləyərkən təsdiqdə yazarsınız, yoxsa inkarda? Yox, müəllimə, uşaqlara demərəm ki, məsəl üçün, bunu buradan götür, elə demərəm. Deyərəm ki, otağımızı səliqəli saxlamağımız bizim üçün daha önəmlidir. Çünki elə bir ki, otağımızı səliqəli saxlasaq, axtardığımız əşyanı daha yaxşı taparıq. Və yaxud da qaçma demək əvəzinə deyərəm ki, qaçmaq olmaz, gəlib astaca yeriyək. Çünki qaçarkən yıxılıb zədə ala bilərik. Belə müəllimə. Aha, bu axırıncı cümləni gözləyirdim yenə də. Düzdür müəllimə. Demək, xəyaləm müəllimə. Müəllimə. Buyurun. Müəllimə. Buyurun. Müəllimə, o yadımdan çıxıbdı. Çərçivəni biraz təkrarlamamışam. İnşallah sabahdan təkrarlayacağam. Müəllimə, mən indi sizə dedim bu sözləri də, dedim qaçma əvəzinə yerimək lazımdır, asta yeri. Müəllimə, bu təsdiqdir yoxsa inkardır? Bax, elə ona görə mən sizə onu verdim. Çünki ola bilər ki, qaydaları siz dediniz, onu da əlavə sual verə bilərdilər. Sən uşağa əmr verirsən ki, qaçma, eləmə, oturma, getmə. Bu inkardır.
Sən uşağa burada artıq sən qayda yox, əmr tətbiq edirsən. Və uşağa sən istəyirsən 100 dəfə də əmr ver, o uşaq ona riayət etməyəcək. Amma sən uşağa dediyinin açıqlamasını verərsən, onun mahiyyətini izah edərsənsə, bu artıq təsdiqdir. Deyə bilərsən ki, Aydan, yavaş yeri, yıxıla bilərsən. Yəni sən yavaş yeri deyirsən və arxasında deyirsən ki, səbəbini, yəni yıxıla bilərsən. Artıq bu təsdiqdə sayılır. Bəli, düz dediniz onu. Yıxılım. Bəli. Bir növ qiymətləndirmə prosesi olur da. Bax, onu da elə etməliyik. Valideynlərlə danışarkən, bax, məsələn, valideynlərlə əməkdaşlıq prosesini sizdən soruşsalar, məsələn, deyə bilərsiniz ki, mən valideynlərlə əməkdaşlıq etdiyim zamanda belə uşaqların daim onun qiymətləndirilməsi haqqında da məlumat verməliyəm. Valideynlərə ötürdüyümüz məlumatın da təsdiqi, inkarı var. Mən valideynə durub desəm ki, sənin uşağın, demək, məsələn, pis hərəkət etmişdi bugün. Amma yox, yaxşı da dərs oxuyur. Artıq bu istər-istəməz bu inkar sayılır. Həm də valideyndə belə bir şüur yaranır ki, çünki biz axı uşağın pisliyi haqqında valideynə danışsaq, istər-istəməz valideynə aqressiv bir hal yaranır. Və həm də valideynin düşüncəsində belə yaranır ki, müəllimə, aha, mən ya sifətimi turşutdum və yaxud da müəllim qorxusundan belə dedi. Biz valideynlərə belə formada yanaşmalıyıq ki, məsələn, Aydan rəsmlərini çox gözəl çəkir. Amma biraz rəngləmə prosesini yaxşılaşdırsa daha yaxşı olar. Yəni valideynlərlə danışma üslubunun belə təsdiq və inkarda olanı var. Sadəcə onu vurğuladım ki, yəni onu yadda saxlayın, yadınızda, çünki onlar da soruşarlar. Çox sağ olun. Buyurun. Demək, uşaqlara Xəyalə müəlliməm, erkən yazı yazdırmaq zərərlidir, yoxsa yox? Müəllimə, uşaqlara erkən yazı yazdırmaq onların psixologiyasına pis təsir eləyə bilər. Çünki gələcəkdə məktəbə getmək qorxusu yaranar uşaqlarda. Belə onlar erkən yaşda yazı yazmaq onlar üçün düzgün deyil. Uşaqlara elə bir erkən yaşda yazı yazdırmaq əvəzinə onların kiçik motorikasını inkişaf etdirməliyik ki, gələcəkdə məktəbə gedəndə onlar qələm tutmağı, plastilinlə və yaxud nə iləsə işləməyi bacara bilsinlər. Kiçik motorikanı da inkişaf etdirmək üçün uşaqlara verməliyik. Məsəl üçün, ayaqqabısının bağını bağlasın, yumurtanın qabığını soysun və yaxud da yaxasının düyməsini düymələsin, saçını darasın. Belə onların kiçik motorikasını inkişaf etdirərək elə bir onların yazı yazmaq vərdişini də yaxşılaşdıra bilərik də müəllimə. Erkən yaşda uşaqlara yazı yazdırsaq, onların məktəbə getmək üçün elə bir ki, onlara pis təsir eləyər. Məktəbə getmə qorxusu yaranar onlarda. Ona görə də erkən yazı yazdırmaq məncə düzgün deyil. Doğrudur müəllimə. Həm uşağın kiçik motorikasını da zədələyə bilərik. Çünki uşaqların barmaq əzələləri, fəqərələri hələ tam formalaşmış şəkildə olmur. Və həm də psixoloji olaraq da artıq uşaqların məktəb təliminə hazırlığında da, yəni onları soyutmuş oluruq. Artıq uşağa çünki çətin gəlir. Bəli, mən. Uşaqlarla işləyərkən hansı metodlardan istifadə edərsiniz? Uşaqlarla işləyərkən metodlar. Onlara sağlam psixoloji mühit yaradaram. Belə mən bu metodlar deyirsiniz. Uşaqlar ən çox hansı metodla öyrənirlər? Uşaqlarda kəşf etmədir. Oyun metodu. Oyun metodu ilə. Müəllimə də orada yazdı. Yəni onların hamısını qeyd edə bilərsiniz. Nə idi müəllimə? Görmədim. Yəni şifahi praktik metodlardan istifadə edə bilərsiniz. Bəli, müəllimə. Çərçivəni demirəm müəllimə, təkrarlamamışam deyim. Hamısı yadımdan çıxıb. Narahat olmayın müəllimə. Sabahdan oturub onu təkrarlayacağam. Proqramı bitirdikdən sonra onsuz da keçid edəcəm çərçivəyə. Çünki əsas elə suallarımızın özünüz də görürsünüz ki, əsas mahiyyət çərçivədən çıxır. Təlimin nəticəsidir, onlar da bax, az standartlardır, qiymətləndirmədir, onların hamısı oradan çıxır. Sadəcə bunu praktika formasına keçirdib sual formasında verirlər. Bəli, mən.
sizə bir dənə də sual vereyim, keçək digər müəlliməyə. Valideynlər arasında konflikt bir hal olarsa, siz bu zaman nə edərsiniz bir tərbiyəçi müəllimi olaraq? Müəllimə, heç bir tərəfin elə bir ki, nə bu tərəfi saxlayaram, nə o birisi tərəfi saxlayaram. Qərəzsiz qalaram da elə bir müəllimə. Necə deyim, qərəzsiz yox müəllimə. Neytral olaram da müəllimə. Nə bu valideynin tərəfini tutaram, nə o biri valideynin tərəfini tutaram. Onlar arasında niyə konflikt yaranıb, onu araşdıraram, müşahidə eləyərəm. Niyə belə konflikt yaranıb onlar arasında? Sonra bu konflikt yaranmanın səbəbini öyrənərəm. Sonra valideynlərlə fərdi söhbət apararam. Onlarla xoş ünsiyyət saxlayaram və bu konfliktin elə bir ki müəllimə, elə eləyərəm ki, onlar arasında konflikt baş verməsin. Çünki bu onlar arasında belə mübahisə yaransa, bu uşaqlar üçün psixoloji bir mühitdə pis təsir eləyər də, onların psixologiyasına pis təsir eləyər. Ona görə də əsas uşaqların yaxşı mühit yaradaq ki, onlarda pis mühit yaranmasın deyirəm. Bilmirəm nə dərəcədə doğru düzgün cavab verdim. Doğru dediniz müəllimə, amma yəni ilk öncəliklə bunu da vurğulayın ki, ilk olaraq əsas öhdəliyim budur ki, nə kimi problemlər olarsa, konfliktlər olarsa, münaqişələr olarsa, bunu uşaqların gözünün qarşısında yaranmamasına şərait yaradaram. Ondan sonra təbii ki, siz dediklərinizin hər biri doğrudur. Onların hər birini deməlisiniz. Çox sağ olun müəllimə. Buyurun müəllimə, təşəkkür edirəm. Sağ olun. Nəcibə Musazadə. Bəli müəllimə. Dən gözləyim müəllimə. Rüfanə müəllimə nə yazıb? Aldım. Demək, xeyr Rüfanə müəllimə. Üzr sayın. Müsahibə ilə bağlı müəyyən bir çərçivə yoxdur. Çünki biz komissiya üzvü tərəfindən bilmirik ki, yəni ki, nə kimi suallar verə bilərlər də. Yəni onlardan o bədahətən deyirlər də gəlir. Yəni biz bilmirik. Onlara müəyyən bir suallar verilir, yəni il içərisindəki hazırlanır, MİQ imtahanları keçirildikcə və komissiya üzvü də onu qoyur qarşısına, o sualları da verir. Yəni bu halda həyata keçirilir. Kamran Məmmədov müəllimə qoşulmaq istəyir. Aha. Siz də sağ olun. Sadəcə elə bölgələr üzrə olur ki, onu da deyim. İndi bu bir dərsə deyəsən səhvləmirəm. Şimdi baxacağım PDF-lərə. Bir dərsəmi və yaxud da 2 dərsəmi nizamnaməni də hazırlayıb atacağım. Çünki nizamnamə çox genişdir. Onun içərisində sırf müdirlərə aid olan mövzular da var ki, onlar sizə aidiyyatı yoxdur. Yəni boş-boşuna onu öyrənmək lazım deyil sizin üçün də. Yəni ki, ona görə başınızı da yormayın. Çox çətindir. Onları seçəcəm, sizin üçün əsas olanları atacağım. Elə bölgələr olur ki, nizamnaməni qarşısına qoyur, sırf oradan verir sualları. Onları da sizə atacağım, yəni narahat olmayın. Nəcibə müəllimə, özünüzü təqdim edin. Digər bacarıqlarına da inkişaf etdirir. Onun yəni xeyrinədir, inkişafı uğrunda xeyrinədir yəni bu gəzintilər. Dediyim kimi, amma əvvəlcədən səbəbi də soruşulmalıdır təbii ki, valideynlə. Valideyn deyir ki, mənim uşağım xəstələnir çölə çıxan kimi. Siz onda razılaşacaqsınız onun fikri ilə. Uşağı otuzduracaqsınız qrupda. Tək başına. Xeyr, əlbəttə ki, bu kimi səbəblərlə razılaşmaq olmaz. Çünki əgər hava xoşdursa və həmçinin bağçada yəni müəyyən şərtlər vardır ki, müəyyən hava şəraitini, əgər müəyyən qədər hava soyuqdursa, o zaman gəzintilər təşkil olunmur, ləğv edilir. Bundan əlavə, əgər hava xoşdursa, gəzintiyə uyğundursa, digər uşaqlar kimi o uşaq da gəzintiyə çıxmalıdır əlbəttə. Amma yəni uşağın tək qrupda otursun və yaxud da ki,
dayə ilə belə oturmağı doğru deyil. Yəni artıq biz uşaqlara burada eyni formada yanaşmış olmuruq. Artıq o da kənarda qalmış olur. Çünki gəzintidə də müəyyən bir fəaliyyətlər icra edirik və uşağı biz buradan neynəmiş oluruq, təchiz etmiş oluruq. Ona görə onu valideynə öncədən başa salmaq lazımdır. Həm də ki, bir tərbiyəçi müəllimə olaraq ilk öncəliklə hər bir valideynə uşaq müəssisəmizə gəldiyi zaman biz məlumat verməliyik. Gün rejiminin əsasında da bu gəzinti mərhələsi durur. Gəzintinin uşaqların üçün faydalarını, sağlamlığında çox önəmli bir rol oynadığını, onları valideynə başa salmaq lazımdır. Və təbii ki də siz dediyiniz kimi də hava şəraiti yol verdiyi zaman biz uşaqları yəni ki, müəssisədən kənara xarici mühitə çıxartmış oluruq. Əgər hava soyuq olursa, təbii ki, buna da yol verilmir. Əgər yenə də valideyn narahat olursa, biz o zamandakı bir gödəkçə, bir nazik qutka kimi bir şey də götürürük yanımızdakı, həmən uşağı da fərdi yanaşaraq təbii ki, qalında geyindirmiş oluruq. Çox qalın olmamaq şərti ilə ki, valideynin də ürəyi rahat olsun. Amma uşağı tək müəssisədə saxlamaq olmaz. Bu uşağın təhlükəsizliyi üçün də önəmlidir. Sonra demək, başqa deyək ki, qrupda oturmusunuz və valideynlərdən biri əsəbi halda sizin üzərinizə gəlir. Siz bu zaman nə edərsiniz? İlk olaraq nə olursa olsun sakinliyimizi qorumalıyıq. Yəni və valideynə izah etməliyik ki, dərs zamanı bu cür hallar yaşanmağı doğru deyil. Çünki uşaqlara psixoloji cəhətdən də təsir edə bilər bu hallar. Fərdi şəkildə danışmalıyıq. Dərsin bitməsini ona bildirməliyik. Yəni dərs bitdikdən sonra valideynlə fərdi şəkildə danışılacaq. Səbəbini soruşmalıyıq. Əgər əsaslı bir səbəb varsa, valideynin bir şikayəti varsa, əlbəttə ki, müəllim iradlara açıq olmalıdır. Ancaq bu zaman bildirməliyik ki, əgər hələ də sakitlik qorunmursa və dediyimiz kimi valideyn müəllimənin üstünə gəlirsə, yəni necə deyim, əlbəttə ki, başa salın. Necə istəyirsiniz müəllimə, necə başa düşürsünüz, o formada da başa salın. Yəni narahat olmayın müəllimə. Həmçinin yəni valideyn də müəllimə hörmətlə yanaşmalıdır. Müəllimə bu zaman, yəni şəxsiyyətinə hörmətlə yanaşmalıdır. Sakitlik qorumaq lazımdır da bu hallarda. Bir tərbiyəçi müəllimə olaraq da, düz dediniz, yanlış demədiniz. Bir tərbiyəçi müəllimə olaraq da təbii ki, sakinliyimi qoruyaram, valideynə hörmətlə yanaşaram, valideyn nə kimi hadisə olub ki, bu yəni ki, vəziyyətə gəldiyini araşdırmağa çalışaram, onu dinləyərəm. Aha. Onun nə olduğunu soruşaram. Öyrənmək, iradlara açıq olmaq, səbəbi həll etmək. Əgər böyük bir məsələ varsa, əgər müəyyən bir səhvlər varsa, üzr istəməyə bacarmalıyıq əlbəttə və həmin səhvi düzəltməliyik. Ancaq yəni valideyn də sakitləşməlidir bu vəziyyətdə. Və tərbiyəçi olaraq da bu öhdəlik bizim üzərimizə düşür. Bəli, bəli. Uşaqlarda nitq problemləri olduqda nə kimi metoddan istifadə edərsiniz? Uşaqlarda nitq problemləri olduğu zaman ilk öncə onların nitqini inkişaf etdirici oyunlar oynanılmalıdır. Əgər böyük problemlər varsa, bu zaman loqopedə müraciət olunmalıdır. Yəni valideyn də əməkdaşlığı ilə valideynə bildirilir müəyyən bir problem olduğunu və valideynlə başa düşməli və uşağına bir loqopedə göstərməlidir. Bu əməkdaşlıq sayəsində düzələ biləcək bir problemdir. Doğrudur. Təşəkkürlər Nəcibə müəllimə. Çox sağ olun. Sağ olun mənim. Buyurun. Aygül Məmmədli. Bəli müəllimə. Müəllimə
Bir şey vurğulayayım ki, mən də megabaytla girdiyim üçün tez-tez səslər qırılırdı, səslər kəsilirdi, çıxıb yenidən daxil olmuşam. Elə bir hal olarsa, yəni üzr hesab eləyərsiniz. Əgər megabaytla girirsinizsə müəllimə, digər müəllimələr də razı olsa, yəni onların da yəni razılığı önəmlidir. Hər dərs birinci sizdən soruşaram. O biri müəllimlər də razı olsa. Mən bəli, bu həftə ərzində, çünki biz yerimizdə elə evdə deyiləm, mən kənardayım, megabaytla girirəm. İnşallah bu həftədən sonra evdə olacağam, onda Wi-Fi ilə daxil olacağam. Aha, oldu müəllimə. Müəllimə, özünüzü təqdim edin, zəhmət olmasa. Mən Mamedova Aygül Azad qızı 1984-cü il Şamaxı rayon Sabir qəsəbəsində anadan olmuşam və 1990-cı ildə 1-ci sinifə qəbul daxil olmuşam və 2001-ci ildə orta məktəbi bitirdikdən sonra ailə həyatı qurmuşam. Bir dənə zəhmət olmasın. Ailə həyatı qurmuşam və 18 il sonra 1920-ci üzr istəyirəm müəllimə. 2020-ci il. Mən ola bilər başdan başlayayım. Elə mən onu demək istəyirdim ki, müəllimə, özünüzü ələ alın, başdan başlayın. Mən biz rayona gəlmişik. İnanırsınız ki, girən çıxan pitbullun səsi bu dəqiqə beynim Allah qolardı. Yəni üzr istəyirəm. Özünüzü rahat buraxın. Yaxşı. Mən Mamedova Aygül Azad qızı 1984-cü il Şamaxı rayonunun Sabir qəsəbəsində anadan olmuşam. 1991-ci ildə həmin qəsəbəyə birinci sinifə daxil olmuşam və 2021-ci ildə orta məktəbi bitirdikdən sonra ailə həyatı qurmuşam və 18 ildən sonra yoldaşım hərbiçi olduğu üçün mənə imkan olmadığı üçün, mən təhsil ala bilmədiyim üçün yer dəyişdiyimizə görə və 18 ildən sonra bu mənə qismət olub ki, mən imtahanda iştirak edib Şamaxı rayonunun Humanitar Kollecinin məktəbə qədər tərbiyə və təhsil fakültəsinə qəbul olmuşam. 4 il müddətində imtahanları özüm çalışmışam ki, yəni bunu vurğulamaq sağda olar və 2004-cü ildə məktəbi bitirib imtahanda iştirak edib və bugün artıq müsabiqədə iştirak edirəm. Demək, Aygül müəllimə, bağçanın cəmiyyət üçün önəmi nədir? Bağça cəmiyyətə yetişkin, belə deyək, fiziki, sosial, sağlıqlı bir vətəndaş kimi bir uşaqların yetişdirməsini təmin edir. Yəni ilk təməl bağçadan qoyulur. Bağçada qoyulan təməldən sonra artıq biz belə deyək, məktəbə qəbul olan uşaqlarda bir şəxsiyyət formalaşdırmalıyıq ki, həmin uşaqlar artıq məktəbə gedəndə şəxsiyyət kimi formalaşmış olsunlar və yollarına davam etmiş olsunlar. Aha. Deyək ki, müəllimə, qrupa gəlmisiniz bir tərbiyəçi müəllim olaraq. Bağçamızda maddi-texniki bazı zəifdir. İndi məşğələ keçməlisiniz və əlinizin altında müəyyən bir ləvazimatlar yoxdur. Və siz bu zaman nə edərsiniz? Siz də hazırlıqsızsınız da və bilməmisiniz ki, orada müəyyən bir avadanlıqlar, ləvazimatlar olmayacaq. Bu zaman nə edərsiniz? Məşğələni necə keçərsiniz? Əgər avadanlıqlar yoxdursa, mən əsasən motivasiyadan istifadə edərəm. Motivasiyada əslində aktuallaşdırmadan istifadə edərəm. Aktuallaşdırmadan. Aktuallaşdırma bəli, elə ki, keçmiş biliklərini yoxlamaqla, sual-cavab etməklə, sonra motivasiya, yəni özüm belə necə deyək? Yox, mən motivasiyadan istifadə edə bilmədiyimiz zamanda artıq biz aktuallaşdırmadan istifadə edirik. Aktuallaşdırma da ki, yəni sözlər vasitəsilə, suallar vasitəsilə uşaqların fikirlərini yönləndiririk, bu zaman istifadə edirik. Yəni bu da aktuallaşdırmadan əsas götürürsünüz. Bir də iş Başa düşdüm. Elə ki, bizdə vəsait olmadığına görə biz vəsait olmadığımız, axı biz motivasiya resurslardan istifadə etməliyik. Resurslar olmadığı üçün biz aktuallaşdırmaya üstünlük verməliyik. Aha, iş sularından da söz assosiasiyasından istifadə edə bilərik.
Həm də ki, məsələn, bir mövzu adı da götürə bilərsiniz. Məsələn, gəlin götürək heyvanları. İndi mənim əlimin altında nə maketlər var, nə şəkillər var, nə bir şey. Və mən məsələn uşaqlarla heyvanların hərəkətlərini, səslərini, bax bu formada da məşğələ keçə bilərik. Aydan, dovşan necə hərəkət edir? Hoppalmağa başlayacaq. Pişik necə səs çıxardır? Ayxan, məsələn üçün artıq miyaldayacaq. Biz uşaqlara artıq heyvanların hərəkətlərini, səslərini, bunları da artıq öyrətmiş oluruq. Yəni bu formada da keçid edə bilərik. Başa düşdüm mən. Daha sonra səs deyirəm, vermədiyim sualdan verəm. Demək, əgər rəhbərliyiniz sizə yeni metod tətbiq etməyi söyləsə və siz də bilirsiniz ki, bu metod uşaqlar üçün səmərəli metod deyil və siz bu zaman nə edərsiniz? Rəhbərliyin verdiyi metodu etməliyəm, yoxsa sadəcə əlavə metodu mən Bax, deyək ki, başa düşmədim sual. Sizin uşaqlar üçün daim yəni ki, istifadə etdiyiniz bir metod var. Və müdürünüz gəlir sizə yaxınlaşır, deyir ki, Aygün müəllimə, siz öz metodunuzu yox, mən dediyim metodla keçməlisiniz dərsi. Amma siz də bilirsiniz ki, o müdürün dediyi metod uşaqlar üçün inkişaf etdirici deyil, yaxşı nəticə vermir, səmərəli olmayacaq. Sizin etdiyiniz metod daha yaxşı nəticə verir uşaqların inkişafında. Siz bu zaman nə edərsiniz? Mən yəqin ki, müdiriyyətə öz fikirlərimi bildirərəm ki, əgər mən uşaqlarla işləyirəmsə və uşaqların belə deyək də inkişafını mən izləyirəmsə, o zaman mən daha dəqiqliklə deyə bilərəm ki, mənim tətbiq etdiyim metod daha uğurludur. Çünki mən onu çalışaram ki, müdiriyyətə izah etməyə çalışaram da, belə deyək də, yəni onu fikirlərimi doğrultmağa çalışaram ki, fikrimin doğru olduğunu izah etməyə çalışaram. Olar belə bir cavab. Bəli, öz fikrinizi irəli sürərsiniz, həm də ki, öz nəticələrinizi onlara əyani şəkildə göstərərsiniz ki, məsələn, bax, mən bu metodumdan daha yaxşı nəticələr əldə edirəm. Yəni, bir sübut kimi bunu rəhbərliyin qarşısına gətirib göstərmək də, qoymaq da olar. Yox, əgər təkidlə yanaşarsa ki, Aygül müəllimə, sizin metod yox, İmeni mənim metod olmalıdır. O zaman onun metodunu da siz də öz metodunuzla, yəni ki, qarışdıra da bilərsiniz. Elə formada keçə bilərsiniz ki, yəni uşaqların inkişafında müəyyən bir töhfələr də vermiş olsun. Həm də müəyyən bir ortaq məxrəcə də gələrik. Əsas bizim burada məqsədimiz nədir? Uşaqların müəyyən bilik və bacarıq əldə etməsi, uşaqların inkişaf etməsidir. Bəli. Çünki müəllim özü ilk gündən uşaqlarda açıq diaqnostik qiymətləndirmə aparır və uşaqların hansı inkişafda olduğunu daha dəqiq bilir, nəinki müdiriyyət. Yəni, amma yenə də əgər razılaşmırsa, mənimlə razılaşmırsa, ortaq məxrəcə gəlib ikisini bir yerdə biz metodu tətbiq edirik. Belə çıxır müəllimə. Valideynlə də, müdirlə də, işçilərlə də daim vurğulayın ki, biz onlarla, yəni ki, müəyyən bir ortaq məxrəcə gələ bilərik, fikirləşərik, müəyyən bir metod, bir yol çizərik. Çünki bizim əsas məqsədimiz uşaqların inkişafıdır. Bunu daim çizin. Yəni ki, bildirməyin ki, yox, mən dediyim düzdür. Artıq istər-istəməz onu komissiya üzvü tərəfindən mənfi qarşılanır. Başa düşdüm. Sonra... Demək, Aygül müəllimə, təlim nəticəsi necə çıxarılır? Təlim nəticəsi şagirdin bacarıqlarının elə ki, bilik səviyyəsini biz müşahidə edirik və onların etdiyi tapşırıqları qiymətləndirərək, yəni onun etdiyi tapşırıqları necə yerinə yetirdiyini nəzərə alaraq biz təlim nəticəsini çıxardırıq. Bir də SMART prinsipi ilə biz həmin təlim nəticəsini çıxartmış oluruq.
həm də təlim nəticəmiz alt standartlardan da çıxır. Bəli, alt standartlardan çıxır. Hı-hı. İndiki zamanda olur, uşağın fəaliyyəti olur, uşaq indi nəyi öyrəndi, biz artıq nəticə olaraq bunu ortaya qoymuş oluruq. Kısa olmalıdır, anlaşılır olmalıdır, indiki zamanda olmalıdır. Bunlar da vurğulaya bilərik də mən Təlim onda. nəticəsi deyildikdə nə bilirsinizsə onda deyin müəllimə. Yəni çəkinməyin, ay birdən deyərəm, Olar. səhv olar, birdən deyərəm, yanlış olar. Çünki heç danışmamaqdansa, yəni ki, müəyyən qədər nə bilirsinizsə onu ortaya qoyun. Yəni orada münsiflərin qarşısında yəni bildirin ki, mənim müəyyən qədər bununla bağlı bir bilgim var. Yəni heç danışmamaqdan yaxşıdır. Çünki o artıq sizin üçün minus sayılır. Başa düşdüm mən. Bilirsiniz ya, amma özünüzü görürsünüz. Mən deyirəm ki, siz davamını gətirirsiniz. Yəni özünüzü çəkməyin arxaya. Mən çalışıram ki, qısa tutum. Yox. Elə bir ki, verilən cavabları açayım, ona görə Müəllimə, özünüzü təqdim etməyi qısa tutun. Yəni biraz çox uzun danışmayın. Amma çalışın ki, verdiyi sualları dolğun cavab verin. Bəli, onları geniş cavab verim oldu məndə. Çox qısa, konkret də yox. Bildim. Onsuz da dolğun cavab verin. O sizə sualın içərisindən sual çıxardacaq. Artıq sizi yarımçıq... Biraz ona görə müəllimə elə biraz ehtiyat edirəm ki, məsələn, mən orada biraz uzatsam, biraz sualları genişləndirsəm, istərsəm içindən də sual çıxacaq. Ona görə çalışıram ki, qısa tutum. Suallar da ki, əsas məqsədim də odur ki, sualın içindən sual çıxartmasınlar. Onsuz da sual sizə veriləcək müəllimə. Yəni narahat olmayın. Bəli. Sualın içərisindən sual çıxanda, yəni o qədər də çətin olmur. Başa düşdüm müəllimə. Ədavətiniz olan bir valideyn var müəllimə. Uşağa sizin qrupda olsa, ədavətiniz olan bir valideyn var. Həmin valideynlə münasibətiniz yəni yaxşı deyil. Mən təbii ki, bir müəllim olaraq, tərbiyəçi müəllim olaraq bu ədavəti uşaqla aparmamalıyam və buna bir haqqım da yoxdur. Çünki hər bir uşaq fərdi və fərqli xüsusiyyətlərə malikdir və hər bir uşaq müəllim üçün eyni olmalıdır. Əgər ədavətim varsa belə, mən onu qrup daxilinə və yaxud da qrupdan kənara da belə olsa, mən uşağa onu göstərməməliyəm və hiss etdirməməliyəm və ümumiyyətlə belə bir şey olmamalıdır. Ona görə də uşaqlarla, digər uşaqlara necə yanaşıramsa, ona da o qayda ilə yanaşıb və öz təlim və tərbiyəmi davam elətdirərəm uşaqlara qarşı, yəni məşğuliyyətimi davam elətdirərəm. Bəli, burada həm də etik davranış prinsipində əlaqələndirə bilərsiniz. Qərəzsiz də yanaşaram. Bunu da bildirin. Bəli. Oldu. Təşəkkürlər Aygün müəllimə. Çox sağ ol müəllimə. Üzrü hesab edeyim bugün hər şeyi. Ola bilər müəllimə. Narahat Streslə əlaqədardır müəllimə. Ona görə üzr olsun. Yəni narahat olmayın. Başa düşürəm. Adi bayaq bir zəng gəldi. Mənim anidən olaraq, yəni iş bildiklərim də yadımdan çıxdı. Heç bilmədim ki, nə danışdım. Yəni normal bir şeydir. Narahat olmayın. Başa düşürəm. Əvvəlcədən müəllimə təşəkkür eləmək istəyirəm ki, yəni 2 dərsdə də mən çox şey öyrənmişəm. Hətta elə olur ki, elə suallar var ki, istəyirəm ki, oradan mən də deyim. Belə bir şey ola bilər ki, məsələn, müəllimlərə sual verilərkən digər müəllimlərə də ki, ünvanlanır ki, sizin fikriniz nədir burada? Yəni onu açmaq üçün də baxırsınız ki, müəllim necə ki mənim kimi, məsələn, mən dolğun cavab vermədim və digər müəllimlərin də fikrini almaq olar ki, siz necə düşünürsünüz bunu? Siz dediyiniz yanaşma Etmək olar müəllimə. Sizin dediyiniz yanaşma yaxşıdır. Amma vaxt çərçivəsində, yəni çünki qrupda müəllimələrin sayısı çoxdur. Yəni vaxt problemindən ola bilməz yanaşmaq. Oldu. Çünki çalışan ki, Çox sağ olun müəllimə. Buyurun müəllimə, buyurun. Sağ olun. Mən həm də istəyirəm Mən çıxa bilərəm də. Bəli, mən həm də istəyirəm ki, məsələn, sizlə danışanda görsə sual verirəm, yönləndirirəm. Çünki başqası deməkdənsə sizin özünüz deməyiniz daha yaxşı yadda qalan olur.
Bəli. Allah razı olsun. Sağ olun müəllimə. Buyurun müəllimə, buyurun. Gülavər müəllimə. Axşamınız xeyir müəllimə. Axşamınız xeyir. Özünüzü təqdim edin müəllimə. Mən Caniyeva Gülavər 1993-cü ildə Balakən rayonunda anadan olmuşam. Orta məktəbi bitirdikdən sonra Şuşa Humanitar Kollecində məktəbə qədər təlim və tərbiyə ixtisasını bitirmişəm. 6 il Şəmkir rayonunda tərbiyəçi müəllim olaraq çalışmışam. İşlədiyim müddətdə işimə qarşı sevgi və məsuliyyətə yanaşmışam. Daim öz üzərimdə işləmişəm. Uşaqlara rifahı və inkişafı üçün çalışmışam. Yoldaşım hərbçi olduğuna görə mən də iş yerimdən ayrılmaq məcburiyyətində qaldım. Ümidvaram ki, işimə Bakı şəhərində davam etdirə biləcəm. Bu şansı mənə yaratdığınıza görə Elm və Təhsil Nazirliyinə və sizə dərin təşəkkürümü bildirirəm. Çox gözəl müəllimə. Gülavər müəllimə, məktəbə qədər təhsildən gözlənilən nəticələr nələrdir? Məktəbə qədər təhsildən biz uşaqların şəxsi inkişafını, sosial bacarıqlarını inkişaf etdirməliyik, əməkdaşlıq bacarıqlarını inkişaf etdirməliyik, kiçik motor, böyük motor hərəkətlərini inkişaf etdirməliyik və cəmiyyətə yararlı bir fərd yetişdirməliyik. Doğrudur müəllimə. Müəllimə, qrupda az təminatlı uşağınız var və o bağçaya gələ bilmir. Siz nə edərsiniz ki, necə yanaşma edərsiniz ki, o bağçaya gələ bilsin? Mən müdiriyyətlə söhbət apararaq həm uşaq üçün yardım toplayaram və həmin uşağın bağçaya gəlməsini təşkil edərəm. Yəni valideynlərlə yardım toplaya bilərəm, ya məsəl üçün özüm kömək ola bilərəm, ya işçilərdən kömək istəyib o uşağın maddi təminatı, məsələn, paltar ala bilərik. Baxın, sual içərisində sual bax belə çıxır. Nümunə göstərim. Necə yardım edərsiniz müəllimə? Valideynlərlə bəlkə iclas keçirərəm, ya onlardan yardım istəyərəm, deyə bilərəm ki, artıq uşaqların paltarlarından varsa, əgər kimin imkanı çatırsa, verə bilərsinizmi? Ya işçilərlə köməkləşərəm, yəni bir məbləğ toplayaraq uşağa paltarlar alaram və onun da bağçaya gəlməsini təmin edərəm. Belə demək olar müəllimə? Bəs bunu daim edə bilərsiniz? Bacardığım qədər etməyə çalışaram mən. Bəs müəllimə, valideynlər daim razılıq verərmi ki, hansısa bir az təminatlı ailəyə daim bunu köməklik etsinlər? Çünki bəzi valideynlər narazılıq edə bilər ki, mənim də imkanım o qədər güclü deyil. Elə valideynlər var da, görürsünüz ki, fond pulunu yığmaq gücündən olur və yaxud da ki, müəyyən bir əyani vəsaitlərdə pul istəyirsiniz, valideyn adamı borcu çıxardır. Deyir ki, mənim pulum yox, mən verməliyəm. Özüm çalışdığım qədər elə bilməyə çalışaram. Ya belə bağçaya baxan bələdiyyə, ya icra baxırım, mən onlardan kömək istəyə bilərəm. Uşağın sosial yardım almasını təmin etməyə çalışaram. Bax, bunu istəyirdim. Çünki müəllimə, sizin maaşınız nədir ki, siz kömək edəsiniz? Bəlmə, indi yadıma düşdü o cavab. Çünki sizin yol pulunuz var, çünki sizin ailəniz var, aylıq, gündəlik xərcləriniz var. Çünki bir dəfə yığa bilərsiniz, 2 dəfə yığa bilərsiniz valideynlərdən. Artıq onlar da bir müddətdən sonra deyəcək, nəyə görə yığır? Çünki istər-istəməz dövlət bağçalarında bilirik ki, fond pulu yığılır. Valideynlər deyəcək, mən ona mı vereyim, digər uşağıma mı vereyim, mənim uşağımı da elə əlindən kəsirəm. Valideynlər var, bunu dilə gətirir. Bax, elə onu deməliydiniz ki, sosial yardım, yəni ki, bəli, ona üst tutaram və o uşaq üçün şərait yaradaram. Bələdiyyəyə müraciət edirik, mən yoxsa icraya müraciət edirik bu? Və sosial yardıma, bölgələr üzərində oluruq, sosial yardımlara gedirik. Təbii ki, birinci gedirik, rəhbərliyimizə bildiririk və rəhbərliyin əli ilə də sosial yardımlara təbii ki də üz vururuq.
Bəli, müəllimə. Sonradan yadıma düşdü müəllimə. Üzrlü sayın. Narahat olmayın. Əsas odur ki, yadınıza düşdü. Hə. Özüm yəni belə sizi sıxışdırıram, çünki yadınızda qalsın. Artıq bir şey yaddan çıxmayacaq, bu yadınızda qalacaq. Hə, müəllimə. Çox sağ olun da. Buyurun. Yadımdan çıxmaz heç vaxt. Demək, Gülavər müəllimə, uşaqda sevgi və intizam balansını necə qoruyarsınız? Mən işə girdiyim müddətdə uşaqlara həm sevgi ilə yanaşaram, həm də müəyyən bir belə tələbkar bir müəllim kimi də olaram. Çünki əgər belə tələbkar müəllim olmasam, uşaqlar yəni müəyyən qaydalara riayət etməzlər, ya mənim sözümü dinləməzlər. Yəni belə qaydalar qoyaraq uşaqlara sevgi və intizamı öyrədə bilərəm. Aha. Demək, Gülavər müəllimə, bir uşaq var, daim qrupunuzda ağlayır, özünü yerə vurur, çırpır. Siz onu neyəsiz bilmirsiniz də, necə eləyirsiniz, səsini kəstirə bilmirsiniz, fikrini yandıra bilmirsiniz. Neyəsiz, nə yanaşmalardan istifadə edərsiniz, uşağı özünüzə sevdirəsiniz, cəlb edəsiniz. Uşağı qrupdan çıxarıb digər qrupa keçid edərsiniz, yoxsa o uşağa sevgiyi özünüzə bağlama bir yollar taparsınız? Uşağın emosiyalarını başa düşərəm. Uşaqla sakit tonda, uşağın gözü, yəni göz kontaktı quraram. İlk növbədə sakit yanaşaram. Uşaqla fərdi söhbət apararam və onun sevdiyi fəaliyyətlərlə məşğul olmasını təmin etməyə çalışaram. Oyunlar quraram. Oyunlarla fəaliyyətlərə cəlb edərəm. Məsəl üçün, ya rəsm çəkməyi xoşlayırsa, rəsm verərəm, belə sevdiyi fəaliyyətlərlə məşğul olmasını təmin edərəm. Ancaq da sevgi verərəm, başa düşərəm. Saçlarını sağlayaram, qucaqlayaram. Deyək ki, Gülavər müəllimə, qrupunuzda bir məşğələ keçirsiniz və bir uşaq var ki, daim sizə sual verir və dərsin gedişatında pozur. Siz bu zaman necə yanaşarsınız? Əgər sual verirsə, bu uşağın yəni idraki bacarıqlarından qaynaqlanır. Yəni uşaq üçün maraqlıdır ki, sual verir. Uşağın sualını cavablandıraram. Yəni sualına yayınmaram, cavabını verərəm və sonda da bildirərəm ki, qaydalara da riayət etmək lazımdır. Yəni dərs keçən zaman yerdən danışmaq olmaz. Qaydaları öyrətmək lazımdır. Çünki müəllimə, biz bilirik ki, uşaqların sualları bitmir və məşğələmizin də müddəti nə qədər ola bilər ki, maksimum 30 dəqiqədə, onun artıq deyil. Bu uşaq ilə daim sizə təkidlə sual verir və sizin məşğələniz kənarda qalacaq, ancaq siz o uşağın suallarını vermiş olacaqsınız. Bəs bu necə olacaq? Bəli. Sualını cavablayaram və sonra da bildirərəm ki, biz qayda qoymuşuq, qaydalara da hər biriniz riayət etməlisiniz. Və suallarınızı məşğələ etdikdən sonra cavab verərsiniz. Elə uşağın suallarına cavab verəcəyik biz ancaq. Yox, mən məşğələ bitdikdən sonra da, yəni məşğələdən sonra. Bəs bunu necə yönləndirəcəksiniz uşaqlara? Qaydalar qoyarıq, mən qayda qoyarım. İlkin olaraq qaydaları veririk. Qaydaları xatırlayaram. Bəli, məşğələ boyda bunu praktik olaraq uşaqlara öyrədirik və uşaqlara belə bir şey də tətbiq edə bilərik ki, müəllimə. Məsələn, uşaqlara deyə bilərik ki, uşaqlar, səbirli olaq, məşğələnin sonunda sorğu poçt məntəqəsi düzəldə bilərik, sorğu qutusu düzəldə bilərik, kimi suallar olarsa, o sorğu qutusuna hazırlayıb ora atarıq, sonra bir-bir suallarımıza cavab verə bilərik. İndi suallarını verənlər sonra o sorğu qutusunda iştirak edə bilməyəcəklər. Bunun özündə bir qaydadır. Uşaqlarda artıq maraq yaranacaq. Deyəcək ki, o sualımı yadda saxlayıb, məşğələnin sonunda artıq sualımı müəlliməyə bildirərəm, vərəqlərə yazarıq, sorğu qutusuna atarıq. Müəllimə ilə birlikdə bu sualları təzədən keçid edərik, oxuyarıq. Beləliklə artıq uşaqlarda həvəs də yaranmış olacaq. Bəli. Demək, müəllimə, qrupda məşğələ keçirsiniz.
Məşğələyə keçdiyiniz zamandakı təbii ki, ola bilər də qruplarla iş keçirən zaman uşaqlarda səs-küy ola bilər, xaos ola bilər və rəhbərlik içəri gəlir, deyir ki, ay, müəllimə, sizin adınız nədir? Gülavər müəllimə. Hə, üzr istəyirəm. Demək Gülavər müəllimə, demək elə edin ki, bu uşaqların səsi çıxmasın. Siz bu zaman Mən ilk növbədə qruplarla işləyən zaman ilk növbədə uşaqlara qaydaları da xatırlayaram ki, sakit olmaq lazımdır. Digər otaqlarda da dərs keçilir və qaydalara siz də riayət etməlisiniz. Belə bildirərəm. Yəni səs-küy salıblarsa da, müdiriyyəti narahat edibsə də dərhal uşaqlara qaydaları xatırlayaram. Və yaxşı müdirə nə cavab verərsiniz? Müdir deyir ki, ay Gülavər müəllimə, bu nə səs-küydür? Müdirə cavabım isə müdirə müəllimə üzr istəyirəm ilk növbədə. Bilmədim mən, müdirin cavabını bilmədim. Yox, niyə üzr? Yəni üzr istəməyin də bir çox formalar var. Məsələn, biri var, burada peşmançılıq kimi üzr istəmək, yəni bir səhvlik kimi, amma burada bir səhvlik yox. Yəni bildirə bilərik ki, üzrlü sayın, məsələn, Səs-küyə görə üzr istəyirəm deyə bilərəm müəllimə. üzrlü sayın rəhbərliyə məsələn adına hitab edə bilərik ki, məsələn müdir Gülavər müəllimədir. İndi deyək ki, buyurun Gülavər müəllimə, üzrlü sayın, bu fikrinizə diqqətlə yanaşacağam. Amma bizim səs-küyümüz qrupda uşaqlarla müəyyən bir praktikalar yerinə yetirirdik, bilik və bacarıqlar həyata keçirirdik. Yəni bizim bu bilik və bacarıq öyrənməyimizin əsasında bu səs-küy yaranır. Amma sizin bu fikrinizi də yəni ki önəmli sayacağam, üzrlü sayın və uşaqlara da təbii ki, bir qədər səssiz şəkildə məşğələmizi sonlandırmağı da onlara izah edərəm. Bəli müəllimə. Çünki biz burada öz başlanlıq etmirik. Uşaqlar qaçdı tutdu oynamır, yəni oyun əsasında səs-küylük olmur ki. Qruplarla iş əsasında və yaxud da kollektiv olaraq uşaqlara sual əsasında məşğələ prosesində olubdur bu. Və bunu da göz önündə bulunduracağınızı bildirə bilərsiniz. Belə Gülavər müəllimə, çox sağ olun, təşəkkür eləyirəm. Çox sağ olun müəllimə. Təşəkkür edirəm. Çox şey öyrəndim. Buyurun. Çox sağ olun. Buyurun. Gülnarə Həşimova. Salam müəllimə, müəllimələr, axşamınız xeyir. Axşamınız xeyir olsun müəllimə. Müəllimə, özünüzü təqdim edin zəhmət olmasa. Mən Həşimova Gülnarə Eyvazqızı 1993-cü ildə Oğuz rayonunda anadan olmuşam. 1999-cu ildə həmin məktəbin birinci sinifinə daxil olmuşam. 2010-cu ildə həmin məktəbi bitirmişəm. 2020-ci ildə Şamaxı Dövlət İqtisad Kollecinə daxil olmuşam, ailə ev təhsili. Sonra isə 2021-ci ildə ixtisası dəyişərək Ağdam Dövlət Regional İqtisad Kollecinin tərbiyəçi müəllim ixtisasımı dəyişmişəm. 2024-cü ildə həmin kollecin tərbiyəçi müəllim ixtisasını bitirmişəm. Və 2025-ci il 29 avqust müəllimlərin işə qəbulu imtahanında iştirak edib müsahibə üçün şans qazanmışam. Demək Gülnarə müəllimə. Demək siz qrupunuzda uşağınıza ayrı bir yanaşma metod tərbiyə olaraq tətbiq edirsiniz, amma valideynin də fərqli tərbiyəsi var. Siz bu zaman nə edərsiniz? Mən metodumun əvvəla valideynə bildirərəm ki, metodum sınanmış metoddur, uşaqların inkişafı üçün uğurludur və metodu kurikuluma əsasən, planlara əsasən tətbiq edirəm. Belə bu qədər. Bəs Gülnarə müəllimə, vahidlik prinsipi, valideynlərlə əməkdaşlıq. İndi deyək ki, sizin ayrı tərbiyə metodunuz var və valideynin də ayrı tərbiyə metodu var. Axı uşaq çaşbaş qalacaq. Bilməyəcək sizin metodunuza yaxın gəlsin, yoxsa valideynin metoduna.
Bilməyəcək bunun hansı doğrudur, hansı yanlışdır. Valideynin fikirlərini hörmətlə qarşılayaram. Anlayışla qarşılayaram ilk növbədə. Bilə bilmədim müəllimə. Vahidlik prinsipində nə idi? Vahidlik prinsipi var idi ki, məsələn, ən çox evdə qlobal problem nədir? Ana deyir ki, uşağa, bu olmaz. Bu şirniyyat sənə ziyandır. Nənə oradan nə deyir? Bala götür ye. Aha. Vahidlik prinsipi pozuldu mu? Uşaq artıq avtomatik deyir ki, mənim anam da böyükdür, nənəm də böyükdür. Bunun hansı doğru deyir? İndi mən bunun hansının sözünə qulaq asım? Ona görə də istər ailədə olsun, istər məktəbdə, istər bağçada biz valideynlə əməkdaşlıq etməliyik. Əməkdaşlıq etməliyik, valideynə başa salmalıyıq. Nə sizin metodunuz yanlışdır, nə mənimki yanlışdır. Amma biz uşağın inkişafında, sözə qulaq asmaqlığında, əgər bunu istəyiriksə, evinizdə belə valideynə bildirməliyik ki, bu metodu tətbiq etməliyik. Uşağın inkişafında böyük bir rolu da olacaq. Və valideyn də bir dəfə, iki dəfə bizim yanaşmamızla getdikdə artıq görəcək ki, təbii ki, biz düz deyirik. Çünki həm də bunu valideynə başa salmalıyıq ki, valideyn, mənimlə sənin sözün əgər bir olarsa, bu uşaq gələcəkdə də səni də dinləyəcək, evin digər üzvlərini də dinləyəcək, məni də dinləyəcək. Əgər yox, sənin fikrin ayrı olsa, mənim fikrim ayrı olsa, təbii ki, bu uşağı gələcəkdə nə sərf edəcək, onu edəcək. Həqiqətən də belə olur. Yəni bunu valideynlərə başa salmaq lazımdır. Aydındır müəllimə. Çox sağ ol. Buyurun. Və bir valideyn olur, Gülnarə müəllimə. Gəlirsə deyir ki, mənim uşağımın inkişafı yaxşı getmir. Siz bu zaman nə edərsiniz? İlk növbədə anlayışla qarşılayaram, əməkdaşlıq eləyərəm, xoşünsiyyətlə və gün ərzində və yaxud da ay ərzində, həftə ərzində uşaqların, həmin uşağın üçün tərtib etdiyim inkişaf səviyyəsi cədvəlinə baxaram. İhtiyac varsa onu yenidən gətirib valideynlə gün ərzində etdiyi fəaliyyətləri və yaxud da quraşdırma yapma zamanı, məşğələ zamanı, gəzinti, ekskursiya zamanı uşaq üçün müntəzəm apardığım qeydlərdə çalışaram ki, onun inkişafının necə qeyd etmişəmsə, göstərim valideynə ki, yəni uşağın inkişafı müsbətdir, müsbətə doğrudur və yaxud da mənfidir, hansı çatışmamazlıqlar var, hansı üstünlüklər var, valideynə bildirərəm. Aha, doğrudur. Mən bir dənə də əlavə edim ki, Gülnarə müəllimə, biz ilkin uşaqların müəssisəyə gəldiyi zaman onlara həm də diaqnostik qiymətləndirmə də eləyirik. Diaqnostik. Uşağın orada nə kimi biliyə malik olduğunu da orada qeyd etmiş oluruq. Və il ərzində uşağın o yəni inkişafa dair hesabat da var da, nəyi bilirdi, nəyi bilir indi daha bax onu da onun əsasında da artıq uşağın bağçada gəldiyi zamandan indiki dövrünə qədər uşaqda olan inkişafı da mən ona göstərmiş olaram. Həm də valideynə də başa salmaq lazımdır ki, əziz valideyn, uşağın yalnız inkişafı onun yazı yazması, onun şeir öyrənməsi deyil. Bizim həm də gündəlik olaraq öyrətdiyimiz zəruri bacarıqlardır. Onun bir şəxsiyyət kimi yetişməsi, haqlarını, hüquqlarını bilməsi, öz mövqeyini tutması, özünü tanıması, bu da onun gələcəkdə bir şəxsiyyət kimi özünü tuta bilməsində, özünü tanımasında böyük bir rol oynayır. Yəni əlavə olaraq bunu da deyə bilərsiniz. Amma müəllimə, yəni fikirləriniz düzdür. Mən demirəm yanlışdır. Sadəcə əlavə edirəm ki, yəni ki, biləsiniz ki, bunlar da var. Müsahibə zamanı yəni bunları da əlavə olaraq deyə bilərsiniz. Yoxsa yəni mən müdaxilə edib sizdən sonra bu kimi fikirləri bildirməyimdən yəni demirəm, yəni yanlışsınız. Aydındır müəllimə. Gülnarə müəllimə, bir uşaq daim ağlayırsa, siz bu zaman nə edərsiniz? İlk öncə sakit, təmkinli davranaram. Səbəbini araşdıraram. Uşaq əsəbidir və yaxud da emosional olaraq və yaxud da
diqqət cəlb edir, səbəbi aydınlaşdırıram. Sonra vəziyyətə uyğun davranıram. Əgər bir qərara gəlib, nəticə çıxarıb, ona uyğun davranmağa çalışıram. Məsələn, diqqət istəyirsə, uşağa sevgi ilə yanaşan bütün uşaqlar olduğu kimi bu uşaqda fərdi olduğunu, ona diqqətlə yanaşaram. Əgər oyuncaq üstündə ağlayırsa və yaxud da yoldaşı ilə mübahisə edirsə və yaxud da xəstə edirsə, vəziyyəti dəyərləndirib ona uyğun hərəkət edirəm. Doğrudur. Çox sağ olun Gülnarə müəllimə. Təşəkkür edirəm. Sağ olun. Buyurun. Rəhimli Vüqar. Axşamınız xeyir. Bəli, müəllim, axşam. Buyurun özünüzü təqdim edin, zəhmət olmasa. Mən İsmailova Aygün, 2001-ci il 21 sentyabr Yevlax şəhərində anadan olmuşam. 2007-ci ildə 1-ci sinifə daxil olub, 2018-ci ildə Ağdam Dövlət Sosial İqtisad Kollecinin daxil olub, 2021-ci ildə ali sırasını bitirmişəm. 29 avqust keçirilən müəllimlərin iş müsabiqəsi 47,25 bal toplamışam. Uşaqlarla işləməyi çox sevirəm. Necə deyim? Özümü səbirli, qayğıkeş, məsuliyyətli biri hesab edirəm. Bu peşəni sadəcə bir iş kimi deyil, ürək iş kimi görürəm. İnanıram ki, bu şərəfli peşədə özümü dolduracağam. Yəni bu qədər mənim. Gözəl. Demək, müəllimə, valideyn gəlib sizin qrupunuza deyir ki, ən çox mənim uşağımı danışdır. Mən istəyirəm ki, mənim uşağım ən çox danışsın, fəaliyyətdə olsun, məşğələdə, gündəlik fəaliyyətlərdə. Siz bu zaman nə edərsiniz? Valideynin dediyini, yəni riayət edərsinizmi? Ən çox onu uşağını danışdırarsınızmı ki, valideyn məmnun olsun? Mən valideynə izah edirəm ki, mən hər bir uşağa, yəni eyni qaydada, eyni şəkildə fərdi yanaşıram. Yəni hər bir uşağa mən eyni qayda yanaşmaq mənim borcumdur. Burada mən bərabər imkanlar təmin edirəm. Yəni sizin də uşağınız o birisi uşaqlar kimi onları da yəni məşğələyə cəlb edirəm, onları da öyrədirəm. Yəni bunları deyirəm ki, mən hər bir uşağa eyni qaydada fərdi şəkildə yanaşıram. Heç bir uşağı bir-birindən ayırmıram. Doğrudur. Demək, cütlərlə iş zamanı sizə çətinlik yaradan nə ola bilər? Cütlərlə iş zamanı uşaqlar arasında konflikt yarana bilər, yəni anlaşılmamazlıq yarana bilər. Bundan sonra necə deyim? Nə etməliyim başqa? Ünsiyyət çatışmamazlığı da ola bilər. Yox, ən yaxın əməkdaşlıqdır cütlər. Əməkdaş. Cütlərlə Faydaları yadındadır. Cütlərlə ən çox, yəni problem bilirsiniz nə olur? Olur ki, görürsən uşağın bəyənmədiyi bir yoldaşı olur. Müəllim bilmədən gətirib onun yanında oturanda artıq istər-istəməz onlar arasında rəqabət olur. Bir-birləri arasında yola getmirlər və müəllimə də artıq yaxşı bir nəticə ala bilmir. Həm də ki, mənim zəifi oturduğunda yan-yana onlar da məsələn bir-birindən öyrənə bilməz. Bir güclü, bir zəif oturtmalıyıq uşaqlar ki, bir-birindən öyrənsinlər. Qruplarla işə aiddir o müəllimə. Qruplarla işdə, elə onu demişsiniz ki, indi onu sizə mən suala çevirim. Qruplarla işdə güclü, deyək ki, 3 dənə güclü var, gətirin bir zəifi də onun yanında oturtdurum. Olar mı? Orada mənim zəiflər güclülərin arxasında gizlənir qruplar işdə. Uşaqda özgüvənsizlik yaranır, inamsızlıq yaranır. İstər-istəməz fikirləşir ki, bu yoldaşlar güclüdür. Həm də bilirik ki, bilikli uşaqlar aktiv olur və ancaq mən deyir. İstəyir ki, müəllimin gözünə girə, müəllimə fikrini bildirə və avtomatikdə... Mən suallarına cavab verim. Avtomatikdə biz o zəif uşağı daha da...
Səs çox pis echo verir nəsə. İkimizin də səsi açıqdır ona Hə, görə. belə. Bir də qeyri-güzel səs yolu qrupda yəni. Bəli, o da düzdür. Konstruktiv rəy nədir müəllimə? Və konstruktiv rəyi bir müəllim olaraq necə verərsiniz? Konstruktiv rəy uşağın inkişafına yönəlik rəydir. Mən ilk öncə konstruktiv rəy verərkən uşağın müsbət tərəflərini qeyd edirəm. Daha sonra isə onun inkişaf etdirilməsi lazım olan tərəflərini uşağa izah edirəm. Yəni ilk öncə məsələn deyirəm ki, çox gözəl rəsm çəkmisən, ancaq diqqət etsən daha gözəl olar belə. Yəni çox pis demirəm. İlk öncə yəni müsbəti qeyd edirəm. Sonra da mən tərəfini deyirəm uşağa ki. Doğrudur. Uşağı qırmadan uşağı həvəsləndiririk və uşaq da artıq o minusunu düzəltməyə çalışır. Gəlin axırıncı sualı da verim sizə. Müəllimə, fərdi iş nə üçün keçirilir? Fərdi işdə uşaqlar öz potensial imkanlarını görürlər. Necə deyim, sərbəst müstəqil işi yerinə yetirir və ya bacarırlar. Öz necə deyim, zəif tərəflərini görə bilirlər, güclü zəif tərəflərini görürlər. Bundan başqa Doğrudur müəllimə. Bildiyinizdə ürəyimə müstəqil gəlir. fəaliyyət göstərirlər. Doğrudur. Çox sağ olun müəllimə. Təşəkkür edirəm. Sizə sağ olun. Maral İbrahimli. Maral müəllimə, buradasınız? Salam müəllimə, axşamınız xeyir olsun. Səs aça bilmirdim, üzrlə hesab edeyim. Narahat olmayın, buyurun. Özünüzü təqdim edin, zəhmət olmasın. Mən İbrahimli Maral Malik qızı 1993-cü ildə Bakı şəhərində anadan olmuşam. 1999-2010-cu illər ərzində Bakı şəhəri Xətai rayonu 245 saylı tam orta məktəbdə təhsil almışam. 2010-2014-cü tədris illərində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Pedaqogika və Psixologiya fakültəsinin məktəbə qədər təlim və tərbiyə ixtisasını bitirmişəm. Daha sonra 2015-2017-ci ildə yenə də Azərbaycan Dövlət Pedaqoji Universitetinin magistratura və doktorantura şöbəsinin təhsildə qiymətləndirmə və monitorinq ixtisası üzrə təhsilimi bitirmişəm. Ümumi intellekt testlərinin tərtibi və tətbiqi mövzusunda dissertasiya müdafiə etmişəm. Daha sonra 2018-ci ildə Dövlət İmtahan Mərkəzində testoloq kimi fəaliyyət göstərmişəm xidməti müqavilə ilə. Daha sonra 2018-19-cu ildə Bakı şəhəri Xətai rayonu 86 saylı tam orta məktəbdə çalışmışam. Daha sonra Boston MMC şirkətində çalışmışam 2019-2021-ci illər ərzində. Hal-hazırda Bakı şəhəri Nərimanov rayonu 42 saylı tam orta məktəbdə təsərrüfat müdiri vəzifəsində çalışıram və bu vəzifə üzrə 2025-ci il may ayında imtahan verərək qəbul olunmuşam. Daha sonra isə 29 avqust tarixində isə tərbiyəçi müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edərək müsahibə mərhələsində şans qazanmışam. Diqqətiniz üçün minnətdaram. Buyurun müəllimə, çox gözəl. Demək, Maral müəllimə, tapşırıq hazırlayarkən uşaqlar üçün nəyə diqqət edərsiniz bir müəllim olaraq? Tapşırıq hazırlayarkən ilk növbədə mən tapşırığı məşğələmin gedişatına uyğun olub-olmadığına, daha sonra bunun uşaqların yaş xüsusiyyətlərinə uyğun gəlib-gəlmədiyinə fikir verərəm. Məsələn, ola bilər ki,
məşğələ orta qrupda təşkil olunub. Məsələn, onlara mən böyük qrupun tapşırığını verə bilmərəm. Eləcə də mövzudan kənara çıxa bilmərəm. Yəni mən ən çox yaşa uyğunluğa, mövzuya uyğunluğa, icmalıma, yəni məşğələmin gedişatına uyğunluğuna fikir verərəm. Bir də ki, təbii ki, uşaqların anlaq səviyyəsi də təbii ki, nəzərə alınmalıdır. Doğrudur müəllimə. Deyək ki, uşağa masada çəngəl və qaşıqdan istifadə qaydasını öyrətməlisiniz. Bunu necə tətbiq edərsiniz? Belə ki, masada çəngəl bıçaqdan düzgün istifadə olunma qaydası biraz böyük qruplara təsadüf edir. Bu da ki, təbii ki, kiçik qrupdan yavaş-yavaş alışdırılaraq öyrədilməlidir. Yəni süfrə mədəniyyəti birdən-birə necə deyim, birdən-birə aşılamaq mümkün deyil. Gərək kiçik qrupdan başlayaraq onlarda yavaş-yavaş məsələn masa arxasında düzgün oturuş, ilk öncələr məsələn önlükdən istifadə, yəni belə. Öyrədərəm. Başqa? Deyək ki, uşaq Təbii ki, yəni özüm də yemək yeyərkən və yaxud da ki, özüm də istifadə edərək də nümunə olaraq da göstərə bilərəm. doğrudur, düzdür. Bir də məsələn valideynlərlə də iş apararaq, məsələn bu gün tutaq ki, uşaqlarla çəngəl bıçaqdan istifadə qaydası öyrədilibsə, yəni mən valideyndən də tələb və xahiş edərəm ki, evdə də yəni bu qaydalara riayət etsinlər. Çünki bu da uşaq üçün əsas nümunələrdən biridir. Yəni ailədə masa arxasında davranış qaydaları. Deyək ki, müəllimə, məşğələ keçirsiniz. Məşğələ keçdiyiniz zaman işıqlar keçir. Bu zaman nə edərsiniz? Məşğələ keçən zaman əgər qrup otağı yetəri qədər işıqlıdırsa, yəni heç bir təlaşa ehtiyac yoxdur. Yox, əgər ola bilər ki, hava şəraiti ilə əlaqədar olaraq otaq qaranlıq ola bilər. Bu zaman çalışaram ki, qrupu ələ alım. Yəni vəziyyəti düzgün idarə etməyi bacarım. Yəni bu zaman musiqilərdən istifadə edərəm. Yəni uşaqlarla birlikdə daha əyləncəli oyunlar təşkil etməyə çalışaram ki, heç uşaqlar bunun fərqinə belə varmasınlar. Bir də yəni bacardığım qədər qrup otağını işıqlandırmaq üçün fənər və lampalardan istifadə edərəm təbii ki, çıxış yolu olaraq. Sonra uşaqlarda sosiallaşmanı necə təmin edərsiniz? Uşaqlarda demək olar ki, ilk sosial mühitə uyğunlaşma dövrü məktəbə qədər təhsil pilləsindən başlayır. Yəni təhsilin ilk pilləsi olaraq. Onlar məsələn elə ola bilər ki, qrupa yeni uşaq gələ bilər, digər uşaqlarla uyğunlaşmaya bilər, adaptasiya dövrü biraz uzun çəkə bilər. Bu zaman əlimdən gəldiyi qədər, bacardığım qədər onu mühitə uyğunlaşdırmağa çalışaram. Özünü komfortlu, rahat və ən əsası güvənilir hiss etməsini çalışaram ki, güvənli hiss etsin. Təbii ki, yoldaşlarından da ona mehriban və nəzakətli olmağı, nəzakətlə davranmağı, oyuncaqlarını paylaşmağını xahiş edərəm. Onları sosiallaşdırmağa çalışaram. Təbii ki, ünsiyyətdə olmasına çalışaram ki, ünsiyyətdə daha çox olsun həmin uşaqlar. Çünki ünsiyyətdə sosiallaşmağın bir növü hesab olunur. Sonuncu sual da verim Maral müəllimə. Deyək ki, iki uşaq əşya üzərində yəni ki, mübahisə edirlər. Siz bu problemin həllini necə həll edərsiniz? Bu problem bağça şəraitində ümumiyyətlə kiçik uşaqlar arasında tez-tez rast gəlinən problemlərdən biridir. Yəni çalışaram onlara mən söhbət aparım, onlara izah edim ki, bu oyuncaqlar bir nəfərin deyil, hər birinin oyuncağıdır. Yəni hər biri bundan bərabər şəkildə istifadə etməlidir. Məsələn, o bu maşınla, ağ maşınla oynamaq istəyirsə, təklif edərəm ki, məsələn, sən də sarı maşınla oyna, daha sonra maşınlarınızı dəyişərsiniz. Yəni izah etməyə çalışaram. Dostluğun, yoldaşlığın, paylaşmağın xeyirli bir faydalı olduğunu söyləyərəm onlara. Belə.
Doğrudur müəllimə. Təşəkkür edirəm. Çox sağ olun. Çox sağ olun, mən də təşəkkür edirəm vaxtınızı aldım. Düzdür Nərmin müəllimə. Timer üsulundan da istifadə etmək olar. Əşyaların bölüşülməsi üçün. Başqa sual olan var müəllimələr? Yoxdursa, gecəniz xeyrə qalsın müəllimələr. PDF-i də sabah içərisində atacağım inşallah. Sağ olun. Sağ olun müəllimələr.